Hoş geldin. Aleyküm selam. Necəsin? Allah nə yapmış? Şükür Yaxşıyam. elhamdülillah. Mövzu bir də zəhmət olmasa deyərdin də təzədən. Mövzu budur. Qurani-Kərimi kim təfsir edə bilir? Bu Bu sualı hüquq, hardan götürsən ki? bu hüquq, bu Hı, sualı hardan götürürəm? bəli. Məzhəblərdən götürürəm. Hansı məzhəblərdən? Məsələn, Şiələr deyir ki, Qurani-Kərimi imamlar da təfsir edə bilir. Aha. Və Əhl-Sünnətin bəzi xəttləri də var ki, onlar da deyir ki, Qurani-Kərimi yəni alimlər təfsir edə bilir. Sən nə deyirsən bəs? Mən Allahın dediyini deyirəm. Allah Qurani-Kərimdə deməli 75-ci surənin 19-cu ayəsi, Hud surəsinin 1 və 2-ci ayəsi, Ən-Nəhl surəsi 44-cü ayəsi. Yəni Qurani-Kərimin özü deyir ki, təfsiri yalnız Allah edər. Ən-Nisa 105 və s. olacaq ayələr. Başa düşdüm. Əziz insan, indi bu ayələr saydın, bunlar nətər gəlib göydən yerə? Niyə görə gəlib? Niyə görə gəlib? Qurani-Kərimin emmə səbəbləri var. Emmə səbəbləri var. Yerdə olacaq hadisələrlə bağlı olacaq ayələr gəlmişdi, hökmlər gəlmişdi, qiyamətə olacaq, yaxın olacaq əlamətlər deyilmişdi, keçmişdən danışılmışdı, peyğəmbərlərdən danışılmışdı, insanlardan danışılmışdı. Ümumi olaraq hadisə ilə bağlı olacaq və hadisə ilə bağlı olmayıb belə ayələr gəlmişdi. İndi məsələn, bir dənə ayə götür, onun haqqında mənə danış da, mən bilmirəm məsələn, o ayə niyə gəlib? Bizim mövzu ilə əlaqəsi var, yoxsa yox? Təfsir demirsən, ha? Bəli. Bir dənə ayə götür, onun haqqında səndən soruşuram da, bir inancsız kimi. Bəli. Onun haqqında mənə Məsəl danış. üçün 75-ci surənin 19-cu ayəsi. Allah deyir ki, oxu, sonra bunu izah etmək bizə aiddir. Buyurun. Yəni bir dənə bu ayədir, başqa ayə yoxdur ki. Hansı ayəti bilirsən, elə siz mənə deyin. Mən heç nə bilmirəm, qardaş, mən heç nə bilmirəm. Yəni ki, mən səndən öyrənməyə çıxmışam da bura. Bir dənə ayə götür, mənə təfsir et, danış da onun haqqında məsələn. Məsəl üçün Tövbə surəsi 11-ci ayə. Niyə eni? Bir də məsələn, proses nədir ki? Hansı hadisəyə görə eni bir də onun haqqında danış da mən. Məsəl üçün Tövbə surəsi müşriklər üçün endi. Allah Subhanahu taala onları tövbəyə çağırır. Tövbə surəsi 11-ci ayə. Allah deyir ki, tövbə edin, namaz qılın, zəkat verin. Bunları eləyərsinizsə, dində müsəlmanların qardaşlarısınız. Yəni Qardaş, müşrikləri o ayə, məsələn, indi sən ayəni təfsir vermirsən ki burada. yox, mən ayətin özünü oxuyuram. Yox, sənə deyirəm ki, bu ayə niyə nazil olub? Deyirsən ki, müşriklər zəkat vermirdilər, xumus vermirdilər. Nə bilirsən, Mən orada özümdən təfsir etmirəm ki, mən ayətin emmə səbəbi var əlimizdə. O sənin əlinə nətər gəlib çatıb ki? İnsanların əli ilə. Hansı insanların əli ilə? Kim olur olsun problemdir. Allah Subhanahu taala deyir ki, kafirin əli ilə də olsa Allah Subhanahu taala öz dinini qoruyacaq. Kafirin əli ilə öz dinini qoruyacaq. Əlbəttə ki, kafirin əli ilə Allah öz dinini qoruya bilmir. Hansı ayədir ki, o möminlər qırılıb qutarıb kafirin əli ilə dini saxlayır? Məsələn, Amma bir misal sənə deyim. sənin məntiqinə belə çıxır ki, peyğəmbər imam lazım deyil. Denəm kafir kifayət etdi. Xeyr. Mənim demədiyim bir sözə mötəzə açıb sən özün ora mənim nə demək istədiyimi qoya bilməzsən. Bu sənin ədalətsizliyindən xəbər Görsən bir verir. dənə söz dedin, bir dənə söz dedin. Sən başqa təfsir verdin, mən başqa təfsir verdim. Bax görürsən? Yox, təfsir yox. Mən başqa təfsir vermədim. Mən ayəti oxudum sənə. Sən ayəti oxudun, mən də sənə dedim bunun səbəbi nüzulundur. Sən də başladın orada tarixi danışmağa. Mən də sənə deyirəm ki, əziz qardaşım, sən oradaydın ki, sən təfsir versən bu ayəyə. Mən sənə deyirəm axı, bu ayətin təfsirləri var. Yəni Allah Rəsulunun sözlərinə dayanacaq. Bir hadisəsi var. Sizə görə Qurani-Kərimi kim təfsir eləyir? Sizin də özünüzü anlatın. Mənə görə peyğəmbər 12 imam.
Dəlil gətirə bilərsən mənə? Buyur, Qurani-Kərimdən dəlil gətir mənə. Hələn bir al Nəhl surəsi dedin, Aha. Hansı ayə? Müfəssəl şəkildə 44-ü demədin? Bəli. Ha, orada nə deyir ki? Nə deyir? Açaq oxuyaq. Aç oxu da, problem deyil. Bircə dəqiqə. Sən dedin ki, imamları da qatdın ha ora. Təbii ki. Ayəsə, bu ayəti də verəcəksən. Təbii. Sən Həzrət Əlinin elmin qapısı olmağını qəbul eləmirsən ki? Sən hədis sünni mənbəyindən hədis gətirərəm ha sənə. Məcbur eləmə. Onu heç kim danmır. Mən elmin şəhəriyəm, əl onun qapısıdır, Ha, qardaş. heç kim qanmırsa, indi burada Peyğəmbər nəfsindən bir yağ deyirsiniz ki, heç nə demir. Yox, Özündən bizə heç nə demir. mən onu- İndi Peyğəmbər də hədisdə- təsadüfi ki, rastgele icazə ver də Yox, qardaş. hədisdə gətirdim ki, İndi Peyğəmbər Peyğəmbər də təsadüfən rastgele söz seçib danışar. Yox, Danışmaz. onu İndi danışdıq sual da, verirəm. ondan da İndi bax sual dedik. verirəm. Ha, qardaş Ondan da icazə bax ver. İndi dedik. sual verirəm. Peyğəmbər niyə görə deyir mən elmin şəhəriyəm. Elmlə şəhərin buyurmaya cavabım yox. Nə Mövzudan əlaqəsi var? qırağa çıxmayın. Qardaşım, kim mövzudan Qardaşım mən çıxsa- mövzudan danışıram, Yo, yo, mən yo, yo, mövzudan yo, yo. qırağa çıxmıram. Mən deyim sənin imam, mən icazə bax, verdiniz qardaş, mən sənin qonağınam. İcazə ver mən bir də fikrimi Buyur, deyim, bizə sonra də, başlayaq. qonaq olmusan, əlhamdülillah. Biz mövzudan qırağa danışmayacağıq qardaşım. Mövzudan qırağa nədirsə, demirsən onu- imamı da. Ay qardaş, dedin ki, imamı da qatdın, sözü dedin, getdin. Mən də sənin dalıca deyirəm ki, Əli də elmin qapısıdır. Bildim, Buyur. Bir Buyur. icazə verirsə ayət açaq biz. Buyur da, ya Allah, Olmasa- bismillah. İcazə Bismillah. verirsiniz. Buyur. Əgər Bismillah. öz, yəni məntiqini danışırsansa bu Qurani-Kərimi qoyaq qırağa. Qoyaq Qardaş qırağa. deyirəm bismillah. Deyirəm bismillah Ay, da. sağ ol. İnşallah gözləyək. Lütfən xahiş edirəm. Mən sizə Qurani-Kərimdən bir neçə dənə bu mövzuda ayələr gətirəcəm. Birinci bu ayəti oxuyuruq. Deməli 16 olmalıdır. Hə. Ən-Nəhl, bəli, 16-cı surə. 267. 267. Dördüncü ayə. Talha yazıb boş hərf. Səbirli ol Talha. Nəhl. Buyur inşallah bala. Hüseyn oxu. Bismillah. Qoya da bilərsən bura. Neçənci ayətdir? 44 oxuyuruq. Aydın dəlillər və ibratəmiz səma kitabları ilə və sənə də bu zikri nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər. Aha. 45-də oxuyun. Yo. Ehtiyac yoxdur. Tamam. O ayələri açıqlayasan. Elə deyilmi əzizim? Aha, bəli. Açıqlayasan. İndi mən sizə bir söz, sizin mən fikrinizi bilmək istəyirəm. Allah Rəsulu bu açıqlamağı özündən etmişdi, yoxsa Rəbdən almışdı, Allahdan almışdı? Allahın verdiyi elmlə. Ay sağ ol. Yəni ki, heç biri müstəqil olaraq öz beyninin məhsulundan bu ayələri təfsir etməmişdi, elə deyilmi? Bəli, təbii ki. Allah nə verirsə odur. Allah nə vermişdisə odur. Yəni Hə. bir İndi sözlə sən bilmirsən axı Allah ona nə verib, nə verməyib. yox biz Sən bilirik ancaq ki, Qurana sıxışdırırsan. Yox, sən Allahı da Qurana sıxışdırırsan. Peyğəmbər də Qurana sıxışdırırsan. Yox. Qoymursan çıxsınlar. Yox deyəcəm belə də. bizə də Gözəl. yükləmə. Xahiş edirəm. Bax indi mən də səni Mən yükləyəcəm sözlərimlə. Qalacaqsan belə. Məni Nətər yüklə görüm, nətər yükləyirsən? bax. Sənin adın nə oldu qardaşım? Mənim adım neyinsən ki? Allah bəndəsi. Atavın, anavın qoyduğu addan niyə qorxursan? Niyə çəkinirsən demək ki? O ehtiyac yoxdur qardaşım. Neysə Problemim Allah var. Abdullahdır. Adım Abdullahdır. Yəni problemimiz var, yəni belə. Deyirəm yoxsa adım Abdullahdır da qardaş. Hər şey yaxşıdır sizdə. Elhamdülillahi Rabbil alemin. Deyirəm adım Mənim adım Abdullahdır. Elçindir. Atamın, anamın adım qoyub və bu addan utanmıram, çəkinmirəm. Elçin də adım. Sizlə mənim aramda bu fərqi istədim ki, görəsiniz. Deməli, gəlirəm. Bax deyirəm, yenə deyirəm. Bax, Abdullah. Bəli. Mənim sözümü içərisini açıb öz beynimin məhsulu ilə yükləsən,
Mən də səni bax belə yükləyəcəm. Bizim mövzu nədirsə ondan söhbət edəcəyik biz. Buyur, Deməli, buyur. sual verirəm sənə. Buyur. Sual verəcəm sənə. Quran-ı Kərim, sən dedin ki, Aha. vəhşi ümumi olaraq sənin etiqadıma görə Quran-ı Kərim kimə nazil olub? Peyğəmbərə təbii ki. Aha, onun aydınlığı da Peyğəmbərə nazil olub da, elə deyilmi? Bəli. Aha, təfsiri, yəni Peyğəmbərdən başqa kimsə öz dönəmində təfsir etməyə malik idi? Yox. Peyğəmbərin vaxtında, Aha, yəni bir də dedi, başa düşmədim. bax Peyğəmbər Allahla ünsiyyət qurur. Bəli, Vəhləri Allah bəli. endirir Peyğəmbərə və Peyğəmbərə endirdikcə də 75-in 19-u oxu, sonra bunu izah etmək bizə aiddir. İzahını ancaq Peyğəmbərə endirirdi, elə deyilmi? Bizə aiddir deyəndə sən nəyə nəzərdə tutursan ki? Kimi nəzərdə tutursan? Yəni Allah Allahla Quran-ı Kərimdə deyir ki, ya Peyğəmbər, oxu bu Quran-ı Kərim oxu, izah etməkdə mənə aiddir. Yəni Allaha aiddir. Hələ orta Cəbrail də var, ortada hələ o da unutmayın. Hədə bəs bizə aiddir. Demək dairəni böyüdə bilirik də. Məsələn, bir Allahla Peyğəmbərdir, indi bir də qəfildən Cəbrail çıxdı ortaya. Buyur. Yox deyəcən Cəbraili çıxardırsan ortada. Yox, Cəbrail ayəti Allahın vəhini aydınlığını verə bilir. Başa düşürəm. Allah birbaşa Peyğəmbərlə danışır. Bizim mövzu nədir? Niyə gəlmirsən? Yox, Peyğəmbərlə danışır birbaşa. Dəlil gətir ki, Yox. Peyğəmbərlə birbaşa danışır. Bax, başqa tərəfə gedirsən. Bax, görsən mövzudan sivrilirsən. Allahu Ekber. Qardaş, sən Cəbrail əleyhissalam niyə çıxardırsan ki ortada? Qardaşım, niyə çıxardıram? Çünki bizim mövzu nədir? Bax, Abdullah, bir dənə lütfən xahiş edirəm. Mən Cəbraili bilsən niyə çıxardıram aradan? Çünki bizim mövzu nədir? Allah vəhi göndərir. Bizim mövzu təfsirdir. Ay sağ ol. Yəni Cəbrailin burada indi söhbət etməyə ehtiyac var buna. Başa düşə bilmirəm. Bəli, çünki Allah Taala bütün təsnifatı, bütün təfsilatı Cəbrailə verirdi. Cəbrail də gətirdi Peyğəmbərə verirdi. Kim bunu inkar elədi ki? Sən Mən deyirsən inkar Cəbraili elədim, yoxsa çıxardı. sən inkar elədin. Ay qardaş, sən niyə çelişki yaşayırsan ki? Bir yağ deyirsən Yox. Cəbraili çıxardıram ortadan. Mən inkar elədim bunu. Sən demədin ki, Cəbraili çıxardıram ortadan. Mən deyirəm ki, birbaşa mövzuya gələk. Bax görsən, mövzunun içərisinə bir mövzu qatırsan, ortanı fırladıb başqa tərəfə getmək istəyirsən. Söhbət eləmək istəyirsənsə eləyək. Eləyə bilmirsənsə biz sənə Qardaş, Cəbrail rəsuldur ya yox. Qardaşım, söhbət eləmək istəyirsən məndən yoxsa yox? Söhbət edirik də qardaş, nə qarruq ki? Bax, ikinci dəqiqəyə giririk biz. Mövzudan kənar çıxırsan. Sənlə mənim aramda ixtilaf yoxdur bu. Bu ixtilaf yoxdur axı. İttifaq var. Sən də razısan, mən də razıyam. Allah Rəsula vəhi endirəndə Cəbrailin vasitəsilə endirərdi və ona bütünlüklə ayəti endirərdi və ayətin aydınlığını endirərdi ona. Bu barədə sənlə mənim ixtilafım yoxdur. Aha. Razılaşırıq. Bəli, mən razıyam zaten. Bəli. Yolumuzu davam eləyək. Ya Allah, bismillah. Bismillah. Deməli, lütfən Abdullah, mövzudan qırağa çıxmayacağıq. Vallahi mən mövzudan... Burada məntiqli insanlar qurağısı 112 nəfər. Allahın salamı, rəhməti, bərəkəti olsun. Əgər mən, yəni təəssübkeşlikdən yox ha, əl-insafla danışaq. Mən mövzudan qaçmıram, nə də yayınmıram. Nə deyirsən, sən məntiqi özünə qaytarıram. Biz yəni söhbət eləyək yoxsa yox? Burada söhbət edirik də qardaş. Buyur, ya Allah, bismillah. Bismillah. Deməli, Quran-ı Kərim kimə nazil oldu? Muhammedə, Allahın salamı olsun ona və onun ailəsinə, elə deyilmi? Bəli, Allah'ım. İzah da ona gəldi də, elə deyilmi? Bəli. İkinci şəxsə gələ bilər izahı. Təbii ki, xeyr. İndi sən bu günləri, bax bu dəqiqə dedin ki, təfsiri imamlar da eləyə bilər, buna bir dənə məna ver. Mən səni oxşamayacam yəni ki, sənin sözünün içərisini mən öz beynimin məhsulu ilə doldurmayacam, amma halbuki doldura bilərəm. İmamlar necə təfsir eləyir? Buyurun.
Təfsir deyəndə sən nəyə nəzərdə tutursan ki? Bir ayət göndərir peyğəmbərimizə Allah və onun aydınlığını verir. Məsəl üçün bir misal çəkəcəm ki, başa düşək bir-birimiz. Məsəl üçün Allah deyir ki, ya peyğəmbər namaz qıl. Peyğəmbər bunu fikirləşdi özündən, yox. Bunun izahını da yenə peyğəmbərə dedi və peyğəmbər də özü və ümməti onu etdi. Sən, yəni indi sən mənə sübut və isbat elə ki, 12 imam da Qurani Kərimi təfsir eləyə bilir. Buyur. İndi ayələr nazil olanda Həzrət Əli əleyhissalam orada iştirak eləyirdi, eləmirdi. Elə yerlər vardı ki, iştirak eləmişdi, elə yerlər var ki, iştirak etməmişdi. Deyək ki, hansı yerdə o iştirak eləməyib? Necə? Hansı yerdir ki, o iştirak eləməyib? Məsəl üçün, siz deyirsiniz ki, hər bir ayədə iştirak eləyib deyirsiniz. Ümumiyyətlə, bu, mən elmin şəhəriyəm, əli onun qapısıdır. Allahın salamı olsun. Bu mövzu deyil, qardaşım. Qardaş, təfsir vermək elm babıdır ya, yox. Abdullah. Bəli. Abdullah. Bax, əzizim. Bəli. Sən mənə bax, ikinci sualı verirsən artıq. Deyirsən ki, Peyğəmbər, Allah Peyğəmbərə vəh endirəndə, yəni bütünlüklə İmam Əli onun yanında olub deyirsən, elə deyilmi? Bəli, bəli. Aha, mən sənə burada bir xətam var, istəyirəm onu düzəldəm. Həzrət Əli bir də sübut elə ki, Məhəmməd Peyğəmbərdən ayrı deyib, ümumiyyətlə. Sübut eləyə bilərsən mi? Yox, bizə deyil. Sən bir söz dedin. Sən deyirsən ki, bəli. Allah vəhi endirəndə hər bir vəhin yanında İmam Əli oradaydı, Allah Rəsulunun yanındaydı, elə deyilmi? Sən bunu dedin də. Deyir, əlbəttə ki, demişəm. İstəyir, qulaq asda bir dəqiqə. İstəyir, əyani şəkildə orada olsun, o vəh enan vaxtı, o prosesin içində. İstəyir, xidmətdə olsun, yenə də. Peyğəmbər gəlirdi, ilk kimdən paylaşırdı? Ayəni kimə danışırdı birinci? Birinci Allah Rəsuluna. Kişi, Rəsula gələndən sonra Rəsul insanlardan birinci kimdən paylaşırdı ayəni? Hər kimlə qabağını hər kimdən nədir ki, o gedirdi, dururdu Məkkə bazarında danışırdı. Abdullah, sən bir söz demişsən. Bax. Gəlirik bir mövzu var ona. Allah Rəsulu mağarada olanda ona ayə gəldi, yoxsa yox? Bəli, gəlirdi. İmam Əli hardaydı o vaxtı? Yatağındaydı da, elə deyilmi? Qardaşım, mən sənə deyirəm ki, Həzrət Əli ayəni bilir, bilmir. Sən ikinci mövzunu açmışsan, ona istəyirəm cavab verəsən. Yox, mən sənə deyirəm, Həzrət Əli ayəni bilir, bilmir. Ayəni bilir, heç kəs onu demir. İndi bildiyi şey haqqında danışa bilər, danışa bilməz. Bax. Üzürlü sahib, Abdullah, bizə dəqiqə. Sən bizim mövzudan qırağa bir söz dedin. İstəyirəm ona sənə bir anlam verəm. Sən deyirsən ki, əzizim, hər bir ayət gələndə İmam Əli onun yanındaydı, elə deyilmi? Dedin mi? Bəli. Aha, Meyraza qalxdı Allah Rəsulü. Mən sənə sonra dedim axı. Sonra mən onu dedim axı, açıqlamasını verdim. Bir dənə buna cavab verdim, lütfən. Allah Rəsulü Meyraza qalxdı. Qalxdı Meyraza. Əli də oradaydı. Əli də oradaydı. Bəli, and olsun Allah, Əli də oradaydı. Hədisin nömrəsini deyin inşallah yazaq. Mən sən mənim mənbəmi qəbul eləmirsən. Mən niyə görürəm mənbəmi? Qardaşım, mən qəbul eləyəcəm də deyəcəm bu qardaşın. Qardaşım, bir dəqiqə deyəm. Allah kimin səsi ilə danışdı? 7 yaşında Peyğəmbər Allah kimin səsi ilə danışdı? Ay kişi, Allah kimin səsi ilə danışdı? Öz səsi ilə. Allahın səsi var. Başqa mövzuya qoyma. Yox. Allahın səsi var. Bir dəqiqə. Bir gəlində bir Əli Allahlıdır qardaş bana. 50 nəfər yoxsun, amma bir danışın. 50 nəfər yoxsun. Allahın səsi var Türk. Bir dəqiqə gəlində kişi olur. Allahın səsi var Türk. Var. Yox. Subut elə. Bir dəqiqə subut elə Allahın səsi var. Qardaşım, sən qaçırsan. Mən hara qaçıram? Buradayam qardaş, canavar kimi dayanmışam burada. Hara qaçıram? Bizə dəqiqə. Qardaş, bizə qaçmaq yoxdur elhamdülillah. Abdullah, səni düşürdəcəm aşağı indi. Vallahi düşürdəcəm. Mən ya qaçır, qardaş. Söz deyir, qardaş. Ay qardaş, sən ona dinən də, o girir, nə mövzuna Mən sənə qaçır. sağollaşıram. Danışa bilmirsiniz axı, danışa bilmirsiniz, qardaş. Mövzu, Türk gəlib bura, mövzunu yayındırmaq istəyirsən ki,
Ay əlinin mən səsini yayındırmıram. yoxdur. Qardaşım, Estağfurullah. Abdullah, Yayındıran danış- Allah bircə lənət dəqiqə. eləsin. Yayındıran Abdullah, sizsiz. bircə dəqiqə. Türkiyəyə qalxısınız ki. Sal aşağı ikimiz Abdullah. danışaq da. Abdullah, gözləyirsən Eşidirəm. Abdullah məni? Gözləyirsən? Eşidirəm. Mən sənə deyirəm ki, Allah Rəsulu ayətləri endirəndə Əli orada olub da olmadığını da deyirik biz və dəlil olaraq göstəririk. Sənə bir yer göstərdim. Meyrac gecəsində Allahla Peyğəmbər danışırdı. Sən dedin ki, İmam Əli də meyraca qalxmışdı. Yox? Bəli, bəli. İndi sən bir dənə kitabın nömrəsini demənə yazın bunu. Bax, burada 160 nəfər var. Və İndi mən hədis desəm sənə, tövbə eləyəcəksən burada. Qardaşım, mən tövbə eləməyəcəm. Mən biləcəm ki, sən Abdullah, öz hədislərimizə uyğun olaraq danışırsan. Buyur. Sən hədis uyğun. Yox, sən hədis Qardaşım, uyğun. kitabımızın adını denə. Ay qardaş, bir dəqiqə deyim. Sən hədis uyğun danışma. Kitabın adını denə. Səhifəni denə. Mən səndən əl çəkəcəm. Buyur. Yox, mən sən əqidəyə uyğun danışmalıyam ki, sən Qardaşım, xoş olsun. sən öz əqidəvi bu sözünü isbat eləməlisən ki, İmam Əli meyraca qalxanda Peyğəmbərin yanındaydı. Kitabın nömrəsini deyirəm. Adını denə mənə. Yox, desəm nə olacaq? Tövbə eləyib şey olacaqsan. Yox, mən eləməyəcəm. Sənin yalancı olmadığın ortalığa çıxacaq ki, Yox, Abdullah yalancı deyil. Qardaş, mən sənə deyirəm, şərtlə deyirəm. Deyirəm, tövbə eləyəcəksən bir cəmaatın içində. Abdullah, bunu keçdi. Başa düşdü. Buradakılar da sənin başa düşdü. Keçdi. Gəlirik mövzuya. Görsən ki, aha. Yaxşı, qutardıq da tamam. Mən səni başa düşdüm. Şurada. Mövzumuzu davam edək. Buyur qardaş, buyur. Ay sağ ol. Mən səni başa düşdüm. Buradakılar da başa düşdü ki, söhbət nədir? Əlhəmdülillah. Nə başa? Cəmaatı salla şey vermə ginan orada. Mən sənə deyirəm, dəlili gətirirəm mənbəmizdən. Tövbə edib şeyə olacaqsansa gətirmə, olmayacaqsansa mən havadan sağa sola özünün yalancı sola dəyərli mənbəyimi tullayam Bax, oradan. sən özünün yalancı olmadığını burada isbat etməliydin. Deməliydin ki, bəli, bizim Qardaş, mən nəsə bura özümü isbat eləməyə çıxmamışam. Yox, sən kişinin adına söz atırsan ki, Peyğəmbərlə bir yerdə Bəli, bizdə hədis, bəli. Və bunu mən deyirəm ki, öz kitablarımızdan dəlil gətir. Peyğəmbər harda olursa, Həzrət Əli orada olur. Fırradırsan. Mən heç nə fırradmıram. Xeyr, mənim şərtim var. Problem deyil. Deməli, bir dəlil oradaydı. İkinci dəlili deyirəm. Allah Rəsulu mağaradaydı. 2 nəfərlə idi. Nə? Orada kim var idi? Mağaranın içində kim var idi? Əbu Bəkir. Ayət gəldi Tövbə surəsinin 40-cı ayəsində. İmam Əli oradaydı. Bəli. Eşitmirəm. Bəli. Necə? Bəli. Mən səni təbrik edirəm. Sağ ol. Sən Şamdayam. Sən bir də Şam yan. Türk qardaş, danış bundan. Allah Quran-ı Kərimdə Tövbə surəsinin 40-cı ayəsində 2 nəfərdən söhbət edir. 3-cü nəfərdən söhbət eləmir. Nə bilirsən, oradaydın. Bəli, oradaydım. Sən 3-cü nəfər Cəbraili çıxardan adamsan. 3-cü nəfər orada Cəbraili olub. Sən Cəbraili deyirsən ki, çıxardıramıram. Bana bir sual verin. Buyur. Bana bir sual verin. Allah Teala Peyğəmbər sallallahu aleyhi ve sellem'e deyir ki, bir ayədə bu yalnız sənə xas olaraq, yəni istədiyin qadınlardan, xalan qızları, bibin qızları falan evlən. Allah Resulü aleyhissalatü vesselam 11 nəfərlə evlənib, hamısıyla birlikdə də yəni evli olub da, evli həyatı yaşayıb. Sən belə çıxır demək istəyirsən ki, Həzrət Əli də orada olub, hə? Bu nə danışırsan sən? Vəbşi ümumiyyətlə Allah Rəsulü olub mu Əli, yoxsa yox? Yox, Allahın Rəsulü olub Əli ki, hər yerdə orada olsun. Meyraca qalxanda İsrada. Sənə sual verir. Sən ailədən getdin Meyraca bir deyəndə, nə bir yerdən resim alsan. Sən bilirsən hər yerdə Allahın Rəsulü olub orada. 11 dənə xanımın nə bu mövzuya nə aidiyyəti var? Ona mövzuya xanımın şey var ki, Allahın Rəsuluna aid olan bir şeyləri sən Ay qardaş, biz dindən danışırıq, biz ayə nazil olmalı. Biz nədən danışırıq? Aydınlıq verin buna. Elmdən danışırıq. Sən ateist kimi. Sən ateist kimi xeyr olacaqsan ki mənə. Ay Türk. Mən ateist kimi danışmıyorum. Sənin o Əli Allah kimi danışırsan. Sən Əli Allah ateist kimi danışırsan. Bir insansan, qulaq as da. Sən Peyğəmbərin ailə söhbətini niyə atırsan ki? Ailə söhbəti də öyle Allahın ayəsini dedim sənə. Deyir, sən istədiyinlə
Yox, Xalan ayə qızı. təfsir verdi. Nə sən burada? Yox, Peyğəmbər sallallahu 11 nəfərlə evlənib, Əli də evlənə bilərdi. Ay nə bilirsən 11 nəfərlə evlənir? Ha, sən Nə vəhşi hər bilirsən şeyi 11 bilə nəfərlə bilirsən. evlənib və 11 ilə də həyat keçirdim. Nə bilirsən onu sən? Mən Sən onun də əksini gətirərəm ki, Abdullah, hansı xanımı ilə, prosta ayıbdır. Mən elə mövzulara Ha, niyə girmirəm. ayıbdır? Allah haqqı Yox, mən demək elə utanmaz. mən xəcalət Feyz çəkirəm də haqqında şəxsən. danışır Allah. Qulaq as, indi sənə Yox, söz yox, mən həddimi aşan adam deyirəm, ha. 7 yaşında Mövzumuz Allah başqadır. Rəsuluna Saptırmıyor mövzunu ora bura. Yox, Abdullah, Allah Rəsuluna Abdullah, 7 yaşında qardaş, bir də bizə dəqiqə mən bu ayəti deyim. Məntiqə bax, deyir. Ha. Təhrim surəsinin 1, 2, 3, 4, 5 gedir. O ayət gələndə İmam Əli oradaydı yoxsa yox? Nətər? Təhrim surəsini oxumusan sən? Qardaş, mən də ora gətirirdim. Mən heç nə bilmirəm. Danış, nə məntiqlə deyirsən, mən məntiqlə danışacağam. Mən heç nə Qardaşım, bilmirəm. məntiqini saxla özündə, Aha. biz Qurandan danışırıq. Sənin məntiqin Quran və Peyğəmbərin həyatına tabe olmalıdır. Sən ki, deyirsən ki, mağarada Muhammed və Abu Bəkr olub, orada İmam Əli də olub, daha mən sənin heç sözüm yoxdur. Bəlkə Nəysə, Əbu Bəkir olanda nəsə dəyişib ki, nə olub ki? yox, mövzu budur ki, sən deyirsən ki, hər bir ayət enəndə İmam Əli oradaydı. Tövbə Bəli. surəsinin 40-cı ayəsində yoxdur. Meyracda yoxdur və Təhrim surəsində də Görsən ateist kimi danışırsan. Aha. And olsun İmam- Allaha ateist. İmam əgər orada yoxdursa, mənə Siz bax, ateistsiniz. İmam Ay, əgər siz orada iman o gətirməmisiniz, ayətin kişi. içində yoxdur axı. O Sən ayətin içində ancaq yox. bura bax, ağ kağızın Mən üstünə gəlirəm. qara yazı ilə iman gətirmisən. Bax. Biz Yox, gəlirik, sən bax. ağ kağızın üstünə qara yazı ilə iman Abdullah, gətirmisən. Abdullah, Allah. sənin əqidən nə olduğunu 216 nəfər bildi ki, Ay, mən əlhəmdülillah şiiyəyəm ha kişi. sən Şiə deyilsən. şiə deyilsən valla. Sən ayrı planetdən Elə gələn biz bir Şiyə əqidəsən. deyirəm, bir dənə Elədisin. normal elmli şiyə qaldır. Mənim danışdıqlarımı mənə əksin desin ki, sən şiyə deyirsən, mən deyim ki, hə, Ah, elmli şiyə hamısı- qaldır da. Ölüdən Alim pul şiə alanlardır varsa, da hamısı. Ölüdən pul alanlardır. Onlar nəyə çağırıram mən? Onlar ölüdən başımıza- pul alan nədir? Başa düşmürəm. Mən bax. Abdullah Sən şiə gəlirəm. alimi kimi tanıyırsan Abdullah, ümumiyyətlə platformada. Abdullah. Tanıyırsan belə. Abdullah, bir dənə mövzuya gəlirəm inşallah. Mövzuya gəlirəm. Aha. Sənə mən sual etdim ki, təfsiri kim edə bilər? Dedin ki, Muhammed və 12 imam. 12 imamın təfsirinə aid olacaq bir ayət de mənə. Ayətidir. Ali İmran 7. Necədir? Gedər. Aha. Nə deyir ki? Nə deyir ki, bilmirəm, nə deyir ki? Ayəti sən gətirsən. Buyur oxu. Qardaş, oxuda mənim yanımda kitab yoxdur, axı vallahi yoxdur. Mən belə danışıram. da. Ayəti deyirsən ki, həm Hə. Rasixun nə deməkdir? Rasixun. problem deyil oxuyacaq. Onda sən demək istəyirsən ki, Cəbrail imamlara da gəlib. Bəli. Oo, Problem mən var. səni yenə təbrik edirəm. Mən səni yenə təbrik edirəm. Maşallah. Bu nə gözəl Abdülümdür, amma əqidədir. qəbul edirəm, Niyə ki- problemdir. Niyə indiyənə kimi bu? Sən onda denə ki, Qurani-Kərim birinci Muhammedə yox, İmam Əliyə gəlib də. Yox, sən yəni şütun var ki, Ancaq ancaq Sahil Cəbrail, deyil, ancaq Şeyx Cəbrail David deyil. peyğəmbər. Ay qardaş, ancaq Cəbrail peyğəmbərə gəlir. Yəni demək istəyirsən ki, vəhləri İmam Əli də alıb da, hə? Yox, ancaq peyğəmbərə sən deyirsən ki, iddia edirsən ki, Yox, peyğəmbər. sən dedi, sən bayaqki sözünü bir də de də. Buyur, bir də. Deyirəm imamlara da gəlib, 1000 dəfə gəlib. Cəbrail Həmişə imamlara da gəlib. Gəlib əlinə su Qardaş, töküb. indi bir dənə belə çıxır. Yəni deyək, gəlib əlinə su töküb Cəbrail. Hayır, Sonra Bu ayətlə yerində deyil qardaşım. Siz nə mən Qurana müxalif nəsə deyirəm. Ateistlər- Nətər olur qardaş? Bəli, bəli, Nətər olur deyirsən. Məryəmə gəlir. Qurana müxalif. Məryəmə gəlir. Qurana Əliyə müxalif gəlir. deyirsən, qardaş. Nə Daha məntiqdir ki bu? Allah Quranda deyir ki, sizin üçün dininizi tamam kamal etdi Muhammed Peyğəmbər sallallahu əleyhi və səlləm Harda deyir vaxtında. onu? Harda Və deyir? Allahın Yəni Rəsulu da Quranda öldü. deyir. Quranda deyir. Hə? Hasan can ölü idi gələndə, diri idi gələndə. Ay kişi, kişoğlu, ölü idi gələndə, diri idi gələndə bu ayə. Bir Abdullah, dəqiqə, mən sən səni- bir dəqiqə də Maide 3-ü demirsən. Bir dəqiqə, Peyğəmbər ölü idi gələndə, diri idi gələndə o. Abdullah'ı Diri idi, əlbəttə diri idi. Qardaşım, bir dənə elə belə eşitsinlər. Bax, Allah Rəsul Allah'ın saldım aşağı. Bəli. Abdullah Ələvidir qardaşım. Küfür olarak sözler Ələvi. danışır. Deməli, Qurani-Kərimdə Allah deyir Teala ki- Qurani-Kərim Buyur.
Allah Teala Quran-Kərimdə deyir ki, bu gün sizin üçün dininizi kamil etdim və sizin üçün razı olaraq İslamı bəyənib seçdim. Allah Rəsulü də bu ayə son həcc mərasimində nazil oldu və Peyğəmbər sallallahu əleyhi və səlləm dedi: "Ya Rəbbim, şahid ol, mən və insanlara da üzünü tutdu dedi. Mən təbliğ etdi, qutardı və Allah Rəsulundan sonra bütün bu məsələ, yəni risalət və nübüvvət məsələsi qurtardı. Xatəbün Nəbiyyidir Peyğəmbər sallallahu əleyhi və səlləm. Ondan sonra kimsə desə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm vəfat edəndən sonra, əleyhissalam, vəfat edəndən sonra yenə də Allah Teala risalət göndərib, belə çıxır ki, əlimizdəki kitab doğru deyil, risalət tamam olmayıb. Məhəmməd Peyğəmbər ondan sonra gələnlərdən daha alçaq dərəcədə idi. Çünki Allah Teala daha kamilində biri onu kamil etməli idi və bu da açıq küfrdür. Bunlar Ələvilərin fikridir. Ələvilər. Kanalımıza abunə olun, kanalımıza abunə olun. Buyurun. Təşəkkür, Türk qardaş. Mən bir dənə sual vermək istəyirəm. Abdullah da getdi. Əvvəla Həzrət Əli mağarada olmayıb. Onu demək istəyirəm, sual verməmişdən qabaq. Onun bütün İslam tarixi yazıb. Mən bilmirəm, Abdullah qardaşımız qulaq asırsa, onu hansı əsasa görə, hansı dəlilə görə deyirdi ki, Peyğəmbər mağarada olub, onu bilmirəm. Bəlkə də hissiyatlara qapılıb, hissiyatlar üzündən elə danışır. Yəni, Həzrət Əli mağarada Allahın olub. əqidəsi Quran və Peyğəmbərin həyatı ilə üst-üstə düşməyəcək bir insandır. Bu əqidə insanları... Yox, əqidə deyil, qardaşım. Dəmə qulaq as, Elçin. Mən sən xətibi çox Yəni, istəyirəm. onun əqidəsi deyirəm. Onun. O əqidə Onun deyil. O fikirdir. Yox, O fikir. fikir. Yox, fikir, qardaşım, fikir, bizi, nətər, adam deyir ki, kitablarımızda var. Qapılıb dedi də. Yox. Bunu bizim kimlər deyir? Bax, Hacı Şahin deyir. Şeyx Cabit deyir ki, Quran birinci İmam Əliyə nazil olmuşdu. Mənim səhifəmdə var inşallah. Girib baxa bilərsiniz. Bu inancın təməlləri budur ki, birinci Quran-ı Kərim İmam Əliyə nazil olmuşdu. Muhammedə sonradan çaşdı Cəbrail, oxşuyurdular bir-birlərinə. Onu xahiş edirəm bir dənə varsa mənə atarsan da onu. Onu deyim qardaş hansı ayədir? Mən deyim də. Səhifəmdə var inşallah mənim. Deyir ki, bax qardaş, belə deyim. Deyirlər ki, bizim deyir, bütün deyir 124 min peyğəmbərin yanında Əli var idi və sonra belə deyir özdə. Və Məhəmməd peyğəmbərin yanına zahirə çıxdı. Və Peyğəmbər sallallahu əleyhi və səlləm Həzrəti Əlinin anası Fatimə onu doğanda ilk uşağı, yəni qucağına götürən peyğəmbər oldu və peyğəmbərə Ər-Rəhman surəsini oxudu. Bəliyədə ikən. Hələn bu isə peyğəmbərə nübüvvət verilməmişdən düz 9 il əvvəl idi. Bu bilirsiniz nə deməkdir? Ər-Rəhman surəsi də Mədinədə nazil olub. Məkkədə nazil olub. Yəni 11 ildən sonra, yəni Bisətdən 2 il sonra. Yəni belə çıxır ki, 11 il əvvəl Ər-Rəhman surəsini Əli bilirdi. Bu nədən sonra? Peyğəmbərə alçatmaqdır. Nədən sonra mədə? Deməli, Peyğəmbər sallallahu əleyhi və səlləm, bax, Həzrət Əlinin anadan olmasıyla peyğəmbərin peyğəmbərlik verilməsi arasında 9 il fərq var. 9 il. Və Peyğəmbər 40 yaşında, peyğəmbərlik ona veriləndə, yəni risalət gələndə, Həzrət Əlinin hələm deyirlər 7-9 yaş arasında olub. Amma bu isə anadan olan kimi Ər-Rəhman surəsini oxuyur. Ər-Rəhman surəsi isə ilk gələn ayələrdən deyildi. Deyilənə görə Məkkə ayəsidir və Peyğəmbərliyin bəzi yerlərdə 2-ci ya 3-cü Bisətdə, yəni ilində nazil olub. Belə çıxır ki, yəni Bisətdə, yəni Peyğəmbər sallallahu göndərişi. Bisət yox, Əsət. Peyğəmbər sallallahu əleyhi və səlləmə nazil olmamışdan Ər-Rəhman surəsi Həzrət Əliyə nazil olub. Yəni ki, bu birbaşa Ələvilərin, əvvəl Ələvilərin idi. İndi isə bəzi Cəfərlər də bunu danışır. Və İmamiyyə şiəsi adından hətta indi elm tələbələri də bunu danışırlar. Və deyirlər ki, bunu insanlardan gizlətmək lazımdır, öz aramızda danışaq. Lazım olanda sonra deyəcəyik. Bu əməlli başda küfrdür, insanlar küfrə dəvət edirlər. Salam aleykum. Birincisi küfür başqa şeydir, mən qardaşım.
Bizə dəqiqə baxın. Onların iyini qoxusunu ondan alsın. O körpə idi, anası onu dünyaya gətirəndən Peyğəmbər onu aldı qucağına və day vermədi anasına. Dedi, bu uşaq mənə məxsusdur, mənimdir, mənim canımdır, mən xidmət eləyəcəm buna. Ağuşuna aldı və Peyğəmbərin qucağında şəhadət verdi Peyğəmbərin peyğəmbərliyinə. Hələ Quran nazil olmamış Müminin surəsini oxudu Peyğəmbərin qucağında. Və siz Hələ Ər-Rəhman Quran nazil olmamış Müminin surəsini oxudu Peyğəmbərin qucağında. Hələ Quran nazil olmamış Müminin surəsini oxudu Peyğəmbər. İndi Ər-Rəhman surəsi bir başqa alimdir də. Ər-Rəhmanı bir başqası bilir. Həzrət Əli əleyhissalam dünyaya gələndə Müminin surəsinin bir neçə ayəsi var. İndi mən sizdə qirab tuturam. Həzrət Əli əleyhissalam dünyaya gələndə Peyğəmbər idi ya yox? Hələ 10 ildən sonra Peyğəmbər olacaq. Kur'an nazil olmamış, Hazreti Ali Aleyhisselam Kur'an. Kur'an nazil olmamış, Hazreti Ali Aleyhisselam Kur'an. İnşallah qardaşım. Əvvəla mən heç bir dənə sizə söz deyim, icazə verirsinizsə, türk qardaşlar eşitsin. Ümumiyyətlə, Şiə alimləri həmişə hansısa bir rəvayəti danışanda mənbəyə əsaslanıb danışırlar. Məsələn, mən indi qulaq astım Hacı rəhmətlik Cavid Göymeçilin axundu o sözü dedi, o rəvayəti dedi. Amma mənbə göstərmədilər. Ki, məsələn, Vəsail-i Şiyyədə, Usul-i Kafidə, Biharda, hansı kitabda gəlib, kim nəql eləyib. Yəni, hədisi deyəndə, ümumiyyətlə, elə demək lazımdır. Hədisi kitabla, səhifə ilə, ravi ilə hədisi demək lazımdır ki, cəmaət bilsin ki, bu hansı kitabdan danışır. Ümumiyyətlə, bəzi xətiblər, belə deyək, bəzi xətiblər danışanda mənbə üzərindən danışmırlar. Amma mən hamına tövsiyə edirəm ki, elə danışanda mənbə üzərindən danışsınlar. Bir mənbə gətirsinlər ki, filan kitabda yazılıb. Ümumiyyətlə, mən tövsiyə edirəm ki, siz imamət barəsində biraz özünüz təhqiq eləyəsiniz. Məsələn, Şiə əqidəsində imamət məsələsini biraz araşdırın özünüzdə. Bu sizə lazımdır onsuz da. Məsələn, sən TikTokda işləyirsənsə, burada çalışırsansa, sənə mütləq şəkildə lazımdır ki, Şiə əqidəsi haqqında geniş, ətraflı bir araşdırma aparasan. Bəli. Yəni, iradları tutub, iradların üzərindən, öz əqidən üzərindən getməyi mən məsləhət görmürəm. Biraz araşdır, gör məsələn Şiə əqidəsində imamətin əsasları nədədir, hardadır, nəyə əsaslanır Şiə imamət mövzusunda, bunun qaynağı hardandır, mənbəsi hardandır. Bu barədə bir balaca mən məsləhət görürəm ki, təhqiq eləyin, özünüzə də lazımdır. Bəli. Siz bəzi, məsələn, mən sizə Həzrət Əlinin və başqa imamların haqqında elə şeylər deyərəm ki, çaşıb qalarsınız, deyirsiniz ki, bu necə ola bilər? Mən indi üçün sənə bir dənə sual verirəm. Bilirsən də Əbu Hənifənin ustadı İmam Cəfər Sadiq olur. Bilirsən də yəqin ki. Və mənbələrə əsasən, tarixi mənbələrə əsasən yazılıb ki, İmam Cəfər Sadiqin 10.000 şagirdi olub. Və Əbu Hənifə özü deyib ki, mən 2 il İmam Cəfər Sadiqdən dərs almasaydım, həlak olardı. Və çox mənbələrdə də bu var. Bəli. Bu Əbu Hənifə bu söz deyib. İndi mən sual verirəm. İmam Cəfər Sadiq özü kimdən dərs almışdı? Onun ustadı kim olub? Heç maraqlanmısınız bu arada? Biz ümumi olaraq, belə deyək də, mənim öz inancıma görə, mənim öz əldə etdiyimə görə, ümumi olaraq
Əhl-Beyt Allah Rəsulundan elm almışdı. Allah Rəsulundan elm almışdı. İmam Cəfər Sadiq peyğəmbəri görməyib axı. Bəli, görməyib, bəli. Yəni mən Həsən və Hüseyni deyirəm, İmam Əlini deyirəm. Bunlar hamısı Heç İmam Həsən, İmam Hüseyn də dərs almayıb. yox, yəni onun yanında böyüyüblər, onun abu-havası. 5 yaşında olanda 5-6 yaşında onlar babalarını itiriblər. Yəni Uşaq mən ikən. istəyirəm ki, belə deyək də, bizim uşaqlıqla onların uşaqlığı ümumi olaraq bir keçməyib. Maşallah, yaddaşları Uşaqdır da, nə fərqi var? Yox, nə demək istəyirəm əzizim? Məsələn, bizim məsələn yeməyimiz, içməyimiz, öyrəndiyimiz nə elm varsa unuduruq. Etdiyimiz günahlar, bir şey ki peyğəmbərimiz bir adam üçün dua eləyirsə, istəyir uşaq olsun, istəyir böyük olsun, Allah Subhanahu taala onun duasını qəbul eləyir və ümmətin belə deyək də alimi olur, xilaskarı olur Allahın izni ilə. Yəni bu şeylərə dayanaraq mən deyirəm Allahın izni ilə. İndi İmam Həsənlə İmam Hüseyni başa düşmək olar. Yaxşı, İmam Cəfər Sadiq peyğəmbərin nəvəsinin nəvəsidir. Belə deyək də, nəvəsinin nəvəsidir. İmam Zeynul Abidinin, İmam Səccadın nəvəsi İmam Baqirdən alıb dərsini. İmam Baqir, Məhəmməd bin Baqirdən alıb dərsini. Öz atasından. O Birbaşa. Və Birbaşa öz ondan. yanlarındakı, yəni bir tək ondan alıb, yanında onun tək olur, o hər bir yerdən dərs alıb. siz bilirsiniz İmam Cəfər Sadiq kimyadan dərs keçib. O olub bəzi, hətta mən belə İmam deyim ki, Cəfər Sadiqin kimyadan şagirdi də olub. 7-ci əsrdə, Cabir ibn 7-ci əsrdə Cabir bir Əl-Kim adında, hətta 7-ci əsr Cabir Əl-Kim adında böyük alim Yox, olub. Cabir ibn Həyyan. Ona Əl-Kimya deyirlər. Yəni kimya elminin atası deyirlər. Bəli. Yəni bu alıb, amma söhbət ondan gedir ki, bunlar dünyavi elmlər, bir də ilahi elmlər var ki, qardaşım, bu ilahi elm. Kimyanı İmam Cəfər Sadiq kimdən öyrəndi? Kanalımıza abunə olun inşallah. Deməli qardaş, deməli bu ilahi elmlər. Cavab verindi. Yox, indi söhbət mən onu İmam Cəfər Sadiqin kimya elmini hardan öyrənməsi haqqında bir şey deyə bilmərəm, amma bir şey bilirəm ki, Allahın Rəsuluna gələn vəhy nə gəlibsə, bizdə var ki, təbabət var, nəbəvi təbabəti kitabları da var. Allahın Rəsulu təbabətdən, hətta ulduzlardan, ulduzların yerin dəyişməsindən bəzi şeylər danışıb. O da bir-birinə ötürülüb və bu elmdə inkişaf var. Amma söhbət odur ki, Allahın... Siz mənə elə bir dənə alim gətirməzsiniz ki, onun ustadı olmasın. Gətirəməzsiniz ki, onun ustadı olmasın. Mən konkret İmam Cəfər Sadiqin ustadının kim olduğunu bilmək istəyirəm. İmam Cəfər, o kimya elmində bilmirəm, kimya elmində bilmirəm. Və mən buradan elan edirəm bütün sizə və burada bizə qulaq asan şəxslərə. Hər kim İmam Cəfər Sadiqin ustadının adını mənə desə, 10.000 manat mükafat verirəm. 10.000 manat. 10.000 manat. Verməyənə də Allah lənət eləsin. Lənət Paylaşıb olsun. eləyəcəm ha. Mən xahiş edirəm, tap onun ustadını, hansı insan olduğunu deyil, 10.000 manatı sənə verməyən ən şərəfsiz insan olar bu respublikada. Muhammed Baqirdən almağı bilinir. O dərslərini. Amma onun çox məlumi olub, amma yenə də... Siz mənə bir dənə, məsələn, İmam Məhəmməd Baqirin ona kimyadan bir şey öyrətdiyini, məsələn, gətirin ki, kimyadan ya və yaxud astronomiyadan da İmam Cəfər Sadiq dərs keçib. Məsələn, astronomiyanı kimdən öyrənib İmam Cəfər Sadiq? Onu bilmirəm. Və yaxud riyaziyyətdən. Siz bilirsiniz, bax ki. Mən bilirəm, əlbəttə. 10.000-i almışsınız kimdənsə, yoxsa? Bəli. Deyirəm, kimsə də sizə deyib ki, 10.000... Mənə deməyə ehtiyac yoxdur ki, qardaşım. Bu sual məndən doğur. Bu sual məndən doğur. Bu sualı mən verirəm. Bu sualı mənə heç kim verməyib, heç verə də bilməz. Deməli, bizim mövzu var idi. Bəlkə bu barədə də sizin... Mən istəyirdim sizə biraz ətraflı şəkildə deyim. Bax,
Sizə mən nəyə görə dedim imamlar haqqında, Şiənin 12 imamı haqqında bir araşdırma eləyin. Bunlar kimdilər? Bunlar necə insanlardılar? Bunların haqqında elə böyük sözlər deyilib ki, məsələn İmam Cəfər Sadiqin haqqında o qədər böyük sözlər deyilib ki. Böyük şəxsiyyətlər, ravilər, ondan sonra müasir şəxslər, hətta Əhl-i-Sünnətin də böyük alimləri, Şiələrin də böyük alimləri, ümumiyyətlə dünya alimləri İmam Cəfər Sadiqin haqqında böyük bir sözlər deyir. Məsələn, İmam Baqir gör nə deyir? Mən indi istəyirəm sizə bir dənə hədis oxuyum. İmam Baqirin haqqında inşallah. Buyurun oxuyun. İmam Baqir bir dənə hədis deyib özü. Bu kitabı götürün. Demək, Usul-u Kafi cild 251-də gəlib bu hədis. Deyir ki, Şərqən və la qərbən fəla təcidani elmən sahihən illa şeyən xərəcə min indəna əhləl bəyt. Buyurur ki, şərqə getsəz, qərbə getsəz, hər nə səhih elm tapsız, bilin ki, o əhl-i beytdən çıxıb. Sözün ağırlığına bir dənə fikir verin. Şərqə getsəz, qərbə getsəz, hər nə elm, səhih elm tapsız, bilin biz əhl-i beytdən çıxıb. Bu nəyin göstəricisidir mənim qardaşım? Qulaq asdın Elçin, yaxşı. Qulaq açdım, amma mən buna biraz etiraz bildirmək istəyirəm. Buyur, etirazını bildir. Deməli, biz bilirik ki, Allah Rasulunun da bildiyi elmlər var idi, Allahdan olacaq elmlər var idi. Mən məsəl üçün getdim bir dənə misvağa rast gəldim, mən getdim bir dənə hansısa bir hicamaya rast gəldim, mən getdim bir dənə hansısa bir, belə deyək də, Allah Rasulunun vəhi ilə bağlı olacaq bir elmə rast gəldim. Bu, yəni o demək deyil ki, Allah Rasulunun da elmi yox idi, yalnız və yalnız 12 imamdaydı. Yox, estağfurullah, elmin Peyğəmbər özü deyir ki, ənə mədinətul ilm, mən elmin şəhəriyəm deyir. Bəli. Və Aliyyun babuha. Və buyurur ki, Aliyyun babuha, mən elmin şəhəriyəm, Əli onun qapısıdır. Mən bir dənə də istəyirəm, maraqlı bir dənə şey deyim sizə, Elçin müəllim. Mən üzürlü sayım, bizim... Qardaş, sən bayaqdan kimya haqqında demək istəyirsən. Mən prosta bayaqdan 10 bini fikirləşəm, hədisi zada bilet alıram. Sən o kimyanı öyrənməyin deyirsən, o Cabir, mən dedim o Cabirdən, Əbin Həyyandan, yoxsa başqa elmlər deyirsən? O Cabir... Yox, Cabir ibn Həyyan İmam Cəfər Sadiqin şagirdi olub. Bu kimyager olub, amma söhbət odur ki... Onun da şagirdi olub Zəkəriyya, Zəkəriyya da həmən bu spirti kəşf edib. Bax, qardaş, bir dənə elə belə söz deyim. O Cabirin bir sözü var, deyir ki, mən deyir, adı nədir, bir zərrə tapmışam. Əgər o zərrəni parçalasam, Bağdadın altı üstünə çevirirlər. Və o düsturu pozur, yəni atomda, indiki atom bombası yoxdur. O söz gəlir, amma özünü pozur. Yəni, müsəlman fəsad törətməz. Amma söhbət o ki, Loğman əleyhissalam bir həkim idi. Həm də adı nədir, Nəbi də deyirlər ona və ixtilaf var. Hətta Nəbi olsa belə bir həkim idi özü Loğman. Amma bu Loğmanın həkim olmasından əvvəl də həkimliyi var idi. Adəm əleyhissalamın dövründən bu var idi. Yəni Allah Taala hər bir zamanda Loğman həkim doktor mənasına deyil, mənim qardaşım. Bilirəm, o yox. Doktor mənasına deyir ki, Loğman həkim, yəni hikmət sahibi. Bilirəm, onun özü həm də həkim. Siz getdiniz, çıxdınız medisinaya, siz getdiniz, çıxdınız tibbə. Bilirəm, şunu demirəm. Loğman təbib deyilmiydi, Loğman həkim deyil. Yox, qardaş, sən mənim deyim. Bax, Allah Taala bir şərait yaradıb, bir insan üçün, Adəm əleyhissalam üçün. Şərait yaratdığı yerdə də onun üçün, orada yaşamaq üçün elm bəxş edib. Və şəraitlər nə qədər çoxaldıqca elmləri də Allah Taala çoxaldır və bunlara da ilham verir.
Vəhyin də növləri çoxdur. Bir ilham və vəhiy var. Bir də var risalət vəhyi. Bu ilham vəhiyini Allah Taala bu alimlər ki var, fizikanı, kimyanı, nə bilim, bəzi şeyləri kəşf edirlər. Onlar ilham vəhyi ilə, yəni Allah Taala onların qəlblərini muradçıl, istihad nəticəsində Allah Taala ilə ilham eləyir. Onu kafirə də eləyə bilər. Nəinki müsəlmana. Amma bunların kökü birbaşa Adəmdən qaynaqlanır. Və Adəmdən verilən o elmlərdən Allah Quranda deyir, biz ona hər bir şeyin ismini öyrətdik ya. Ondan qaynaqlanır və paylaşır bu elm yavaş-yavaş və insanlar arasında paylaşılır. Və bu elm də necə ki, məsələn, Xızırla Musa əleyhissalamın görüşündə bunlardan birinə batini elmlər, yəni millədunna elm, lədun elmini vermişdi, birinə zihar, yəni şəriət elmini vermişdi. Bu da həmin elmin içindədir. Onda Hərəsində parçalı. siz təsdiq edirsiniz ki, İmam Cəfər Sadiqdə elmi lədun olub. Yox, elm lədun yox qardaş. Elmdə lədundan bilgi, ilham vasitəsilə hər bir kəsdə ola bilər. Birində çox, birində az. Necə ki, Xızır əleyhissalam, mən dedim də Xızır əleyhissalamda millədunna ilmən vermişdi. Ona verilən elmlə Musa'nın elmi eyni deyildi. Musa ondan daha fəzilətlisi idi. Amma ona verilən elm öz şəraitinə görə idi. Musaya verilən elm isə öz şəriətinə görə idi. Eləcə də amma Məhəmməd Peyğəmbərə verilən elm isə qiyamətə qədər bütün aləmlərə rəhmətli axı qardaş, qurtarmalıdır bu şey. Bu elm qurtarıb. Mən Peyğəmbərləri başa düşdüm ki, Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm hara fırlatson, Türk qardaşım, hara fırlatson, Peyğəmbərlərin elmi lədunnu var. Bu mütləq şəkildədir. İndi elmi lədun mümkündür Xızırda çox ola, Musada az ola. Qəşəng, hə? Bəli. Bu da verdi. Bax bəndə. Mikrofonu söndürün inşallah. Buyurun. Eşidirsiniz? Amma Buyurun. İmam Cəfər Sadiqdə, məsələn İmam Baqir gör nə dedi? Deyir ki, qərbə getsöz, şərqə getsöz. Hər nə səhih elm tapsınız, bilin bizdən çıxıb, biz əhl-i beytdən çıxıb. Bunu siz necə başa düşürsünüz? Yəni mən onu vəhiyləndir, bunlarda elmi lədun var, bu vəhiyləndir, ilhamlandır, bu nədir, bu necədir? 10 min tələbiyə, 10 min insana bu adam dərs keçir. Hardan alıb? Yox qardaşım, bax elə başa düşmürük. Biz başa düşürük ki, bax Allah Qurani-Kərimdə buyurur ki, bax 3 dənə surə deyəcəm. Birinci az deyəcəm, iqra, oxu, sonra bil, la ilahe illallah bil, sonra isə bilmirsinizsə bilənlərdən soruşun. Və bu əhl-i beytdən olan imamlar da olsun, istəyir başqa olsun. Bunlarda bilməyən bilənlərdən soruşurlar. Və bu bilən də Rasulullah sallallahu aleyhi ve səlləmdir. Və Rasulullah da Cəbraildən birbaşa soruşur və yaxud da ki Allahdan ona birbaşa gəlir. Və bu bir-birini davam edən bir elmdir. Özünə gəlməyib o. Gələndən götür bu. Özünə gəlməyib. Özündən, məsəl üçün Allah Rəsulü aleyhissalatu vesselam'a elm gəlməmişdən o susardı. Deyirlər səndən ruh haqqında soruşurlar. Sustu. Sonra ayə gəldi ki sizə ruh haqqında az bilgi verilmişdi. Çünki bəli. O Rəbbimin əmrindəndir. Və yaxud da ki Musaya gəldi, Firon dedi ki bizim atalarımızın işi necə olacaq? Musa aleyhissalam sustu, dedi ki onların elmi Allah qatındadır. Yəni mənim qatımda deyil. Və İsa aleyhissalam dedi ki ya Rəbbim, mən nə qədər onların arasında içim onlara nəzarət edirdim, şahid idim. Nə qədər sən mənə vəfat elətdirdin, qaldırdın, mən onlara şahid deyiləm. Yalnız sənsən onlara nəzarətçi. Yəni hər peyğəmbərə verilən elm ötürülür. Amma o Məhəmməd peyğəmbərin elmi isə onda belə çıxır ki, peyğəmbərə verilən elm İmam Həsənlə İmam Hüseynə çatır. Yəni İmam Həsən peyğəmbərin elminin varisidir. Bəli. Bax qardaş, kimsən? Əlbəttə ki, bax Peyğəmbər əleyhissalam nə deyir ki, mən deyir bütün peyğəmbərlər, bax biz peyğəmbərlərin varisləri alimlərdir. Həzrət Həsən Hüseyn də alimlərdən olublar, Əhl-i Beytdən olan alimlər, üləma olublar. Həm Əhl-i Beytdən olublar, həm elmdə öndə olublar. Elmi əxs eləyə kimdənsə, elmi öyrənə. Bəli, bu da elə olur, bəli. Onlar da öyrənib. Salam verəmamızı əvvəla icazə versiniz 5 dəqiqəliyə. Bu da qardaş, bir sual verin. Qardaş, bir sual verin buna. Sualı verin. Sən demək istəyirsən ki, Həsən mən Hüseyn birbaşa
Allahın Rəsulundan ya atasından, Əlidən öyrənməyib, ona ayrıca vəhy gəlib? Yəni Əli əleyhissalam hansı elmləri İmam Həsənlə İmam Hüseynə öyrədib? Peyğəmbərdən öyrənənləri. Axı İmam Hüseynin nəvəsi kimyadan dərs keçib. Əli harda kimyadan İmam Hüseynə dərs keçib? O demək Yəni mənə deyil ki, tarixi mənbə gətirə bilməzsiniz ki, Əli əleyhissalam kimyadan kiməsə dərs keçsin. Yox, söhbət odur ki, o demək deyil ki, Həzrət Əli özü kimyager olmalı idi ki, onun oğlu da kimyager olsun. Əli kimyager Müəllimin oğlu idi. müəllim olmalı elə bir şey. Əli kimyanı bilirdi, Əli fizikanı bilirdi. Əli əleyhissalam özünün sözüdür. Deyir, mən istəsəm deyir, sudan işıq çəkərəm. Sən fizikanı bilməsən sudan nə Əgər işıq çəkərlər? Əlhamdülillah, bilirsə demə ondan öyrənib də. Yox, necə? Burada nə var? Nətər? Bir dənə göstərilməyib. Bir dənə tarixi mənbə yoxdur ki, Əli əleyhissalam kimyadan otursun məsələn. Həm özün deyirsən, həm özün inkar Yox, edirsən. o sözü deyil. O sözü deyib. Aha. Elə mən o sualı Əliyə də deyirəm. Əli hardan öyrəndi kimyanı? Əli hardan bilirdi ki, sudan işıq çəkmək? Sən iddia edirsən ki, Əli kimyanı bilib. Sən iddia edirsən. Biz hələ indiyə qədər belə şey eşitmədik. Mən iddia edirəm ki, öz Sən heç sözü. sən kimyager olub Əli. Əlinin öz sözüdür. Mən sudan Hadi işıq bilirəm ki- çəkərəm. Hüseyin, ay Hüseyin, eşidirsən əzizim məni? Hüseyin abi, Kimdənsən qardaşım? sizdənəm. Mən Əliyəm. Hə, Hüseynzadə. Əlidir. Əli qardaş, İmam Əli işıq çəkməyi bilib də deyirsiniz. Deyir, mən deyir, qınyan olmasa sudan işıq çəkərəm. Belə deyək də, bu günləri insanların evində, eşiyində, belə deyək də, bu şeylər əgər başarmışdısa, çəkməyibsə, bunu biz necə kimi götürə bilərik? Pisə yozmalıyıq, yoxsa... Yox, sən gərək fizika elmin biləsən ki, mənim Elçin qardaşım. Buyurun. Sən gərək fizikanı biləsən ki, sən biləsən ki, sudan işığı necə çəkirlər. Sən fizikanı bilməsən, o sözü ağzına ala bilməzsən. Mən onu Qeyri-mümkün. demirəm. Əli qardaş, mən onu demirəm. Məsəl üçün, mən bilirəm ki, siz hansısa bir elmi bilsəz, onu yaşadığınız yerdə cəmaata bunu verərsiniz, örgədərsiniz, edərsiniz. Məsəl üçün, siz əgər maşın, su ilə işlədən maşın icad etmişsinizsə, gücünüz və qüvvətiniz varsa, hakimiyyət sizin əlinizdədirsə, heç kəsdən qorxmursunuzsa, bunu benzin yox, su ilə eləyəcəksiniz. Çünki cəmaatın rifatını, cəmaatın imkanını gözəlləşdirməkdən ötürü bunu əldə eləyəcəksiniz. Bəs İmam Əli İmam Əli də deyir, cəmaatın fitnəsindən qorxmasaydın, deyir, sudan işıq çəkərdi. Onda belə... Bəs qardaş, bir sual verim. Niyə görə Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem hərb elmini Xəndək döyüşündə Həzrət Salman Farsidən öyrəndi? Birincisi, elm öyrətməyib, Salman Farsi. Salman Farsi hərb elmini, Hərb elmi öyrətməyib. yəni Sasanilərin hərb elmini bilirdi. Onu Peyğəmbərə öyrətdi. Peyğəmbər o boyda o da əzəməti ilə, insanlar. bax, icazə ver. İndi mən sizə sual doğuracağım. Sualı mən başa düşdüm, izninlə mən cavab verim buna. Olar? Mən də Mən də bu suallarda verəm, ümumi olaraq verərsiniz. Çünki siz deyirsiniz ki, fitnədən qorxdu. Bu bir, yəni fitnə deyildi. Həm də ki, İmam Əli axı, bəs deyirik, qorxmayıb axı. Yəni şiələr deyir ki, İmam Əli Qorxmaq deyildi. o mənada yox. Bağırada olan Əbu Bəkr qorxmağını qınayırlar. Yəni bu biraz... Estağfurullah. Bax, icazə ver etsin, sən düzgün başa Gəlmir, düşürsən, qardaşım. Əzizim, bax, qulaq as. Fitnədən deyir, demir şəxsdən. Fitnənin özündən. Fitnə. O Fitnədən deyir. Üzürlü sayın bir dənə. Baxın, mən Əli qardaş, gəlin bax belə eləyək də. Bu mövzu, yəni İmam Əlinin
Yəni adından deyirsiniz. Bunu da oxumusunuz əlbəttə ki. Oxuduqlarınıza uyğun olaraq deyirsiniz ki, İmam Əli deyir ki, mən insanların fitnəsindən qorxmasaydım, sudan işıq çəkərdim. Gəlin belə eləyək də. Hakimiyyət əlində idi, bir. Və o heç kəsdən qorxmurdu, iki. O doğru olacaq bir şey nə varsa yerinə qoymalıydı. Yəni bunu bu din deyir, bunu İslam deyir. Bizim məsələn İmam Əli insanların yaşayışı üçün, yəni biz İmam Əlini belə tanımırıq ki, nədənsə qorxsun. Biz İmam Əlini belə tanımırıq ki, insanları belə deyək də inkişafdan dayandırmaqdan ötürü bu bir fitnə olsun. Bu fitnə bunun yeri fitnə o halda ola bilər ki, ikinci konkurent var ona. Amma bu kafirlər üçün də xeyirli olacaq bir şeydir, müsəlmanlar üçün də olacaq bir şeydir. Bu biraz yəni oxuduqlarıma uyğun gəlmir, ona görə deyirəm. Yox, bax burada söhbət fitnədən gedir. Mən bir çox şeyləri sizə aça bilərəm. Sadəcə bura yeridir. Başqa vaxt inşallah Allah qismət edəcək, oturub danışarıq. Bəzi məsələlər var ki, onları gərək dinin mənafeyini fikirləşəsən. Nəinki cəmaatın mənafeyini, bildiniz necə? Həzrət Əli yəqin ki, dinin mənafeyini fikirləşib, ona görə o sözü deyib. Biz üzülü sayın İmam Əlinin dediyi bir şeyə şərh veririk. Bu mənə elə gəlir. Mən başa düşürəm. Bu sözü Əli əleyhissalam deyib. Sadəcə bizə oturub dərindən fikirləşmək, dərindən təhqiq eləmək lazımdır ki, nəyə görə Həzrət Əli o sözü deyib? Qardaş, bir dənə sual verin. Bax, Həzrət Əli xəndə düşün mənə. Əli qardaş, bilirsən niyə deyirdi? İkinci xəlifə qəsdən adamları öyrədirdi ki, gedin görün, həqiqətən bu imamdır, möcüzə göstərsin. O da götürdü, əli ilə suyu tökdü ki, gördü, qızıla dönüşdürdü. Ona görə onu cəmaatı öyrədib göndərirdi ki, gedin onun yalançılığını sübut ediyor. Yox, bizim mövzumuz o deyil ümumiyyətlə. Mən buna şərh... Siz dediniz ki, nəyə görə deyil? O şeyləri ona görə deyirdi. Sadəcə, yox, mən ona razı deyiləm. Əgər bax, Habil bəy. Mən buna şərh verərəm, sadəcə bura yeri deyil. Habil bəy, Allah razı olsun, Zaur bəy. Habil bəy, bilirsiniz nətərdir? Siz adam bir iş görüb və yaxud da görməyib, bir söz deyib, bunun açılmasını deməyibsə, Habil bəy, siz o sözün içərisindən mötəzə açıb öz fikrinizi ata bilməzsiniz. Yox, deyib də. O deyib, o təkamülün nəticəsində olmalıdır. Birdən-birə işıq götürüb işığı su verməyəcək. O təkamülün nəticəsində olacaq da. İcazə verirsən mənim qardaşım. Əli bir şəxsdir ki, xəlifə Osmanı öldürəndən sonra ondan qisas istədilər. Osmanın qisasını Əli əleyhissalamdan almaq istədilər. Ki, sən şərait yaratdın, Osman öldü. Bildin necə? Maviyə niyə hücum çəkdi? Cəməl müharibəsi niyə yarandı? Bir fitnə baş verdi də, bildiniz necə? Söhbət başqa yerə. Osmanın qisasına cəmaat ölmüş dağı Əlidən qisas almaq istəyirdi. Biz işıqdan girdik, maviyədə qutardıq, qardaşım. Bu biraz... Mənə dedim də, Yox, qardaş, icazə versin söz deyəlim. Həzrət Əli üzr istəyirəm qardaşlardan. Həzrət Əli xilafəti dövründə 3 dənə müharibə görüb. Cəməl, Siffin müharibəsi və Nəhrəvan müharibəsi. Əli, müsəlmanlarla döyüşüb. Əli müsəlmanlarla döyüşüb. Əli qardaş, baxın. İmam Əlinin bildiyi bir elm var idi, sudan ışıq çəkərəm mən, qınamasaydılar. Bəli. Bu elmi haçan bilmişdi o? Haçan bilmişdi? Bəli. Məndən cavab istəyirsən? Bəli. Desəm razılaşmayacaqsan axı məndən. Yox, sadəcə biz fikrimizi bilmək istəyirəm. İndi razılaşmadığım razılaşmaya bilərəm. Hər dediyinizə mən... Əqidəsinə görə vəh gəlirdi Allahdan. Budur da. Yox, sən yanlış fikirləşirsən. Yanlış fikirləşirsən. Biz bunu bilirik.
Yox, mən elə deməyəcəm. Mən elə demirəm. Elə əqidədə də deyiləm. Vəhiylə Assalamun aleykum. Vəhy peyğəmbərə gəlir. Mən bilmək istəyirəm ki, 12 imamı biz üçün kim təyin edib? O cavabı mənə verin. Nə aliməm, nə oxuyam. İndi icazə ver, ona da cavab verir. Yok. Mevzu bu değil. İnşallah sabaha kalsın o mevzu. Amma bu sualı, qardaşım bu sualına istəyirəm cavab verir. Səs-küyü bir dənə yığışdırın da orada. O suala xahiş edirəm cavab verməyək. Sabahları. İcazə verirsən qardaşım. Bəli, o suala yox, amma Bizim əqidəmizə görə, Şiə əqidəsinə görə imam doğulan kimi alim olur. aha, gözəl, süper. Mən səndən götürdüm. Qəbul etdim. Və elm-i lədun sahibidir. Diqqət edirsiniz. Əli, mən qəbul etdim bunu. Bircə dəqiqə. İndi mənim növbət sualım. Elə mən istəyirdim ki, siz bunu cavab verəsiniz. Baxın, niyə Mən İmam görə... Cəfər Sadiqin ustadını da açıqladım artıq. Hə, Allahdır da ona görə. Türk, Qardaşım mən dedim. 5000 sənindir, Qardaşım. 5000 mənimdir, Türk. Qardaş, mən əvvəlcədən dedim ki, lədun sözü, lədeyyə sözü çox adam, istəyir sufilər tayfası olsun, istəyir şiə tayfası olsun, istəyir bəzi sünnilərin tayfası. Lədun elmi deyilən bir şey yoxdur. Söhbət belə gedir. Min lədunnə ilmən lədeyyə sözüdür. Lədeyyə, mənim qatımdan. Lədə sözü qat deməkdir. Lədeyyə. Mən desəm ki, mənim qatımdan sənə... Bax, məsələn, mən ərəbcən deyirəm ki, həzə elm min lədeyyə. Düzdürmü? Hə, Allah qatından... Fikrinizi bildirin konkret, vaxt azdır. Öz qatımızdan elm öyrətdiyimiz şəxslə Musa əleyhissalam adı nədir? Bir yanda görüşdü. Öz qatımızdan. Yəni Allahın qatındandırsa, deməli Allah Taala ona bir vəh verir. Deməli, biz də bayaq dedim ki, Şiə əqidəsinə görə Allah tərəfindən 12 imama vəh gəlir. Yox, vəh demək olmaz, qardaşım, vəh demək olmaz. Bir dənə icazə verərdik. Vəh demək olmaz. Anadan gəlmə alim doğulur. Allah insanı yaradanda alim yaradı. Anadan gəlmə alim söhbəti ola bilər. Allah deyir ki, biz sizi analarınızın qarnından... Anadan gəlmə alim yaradı. Allah Quranda deyir ki, biz sizi analarınızın qarnından heç bir şey bilmədiyiniz halda yaratdım. Sonra gətirir sizi. Bəzilərinizi belə danışır. Allah hətta Məhəmməd Peyğəmbəri bilirdi öz elmindən ki, bu Peyğəmbər olacaq. Anlı Məhəmməd Peyğəmbər süd əmən, ağlayan, süd axtaran bir uşaq oldu. Və Allah Rəsulu Cəbrail əleyhissalam o uşaq olanda 9-10 yaşında gəldi, onun qəlbini yardı. Onu təmizlədi. O bilinən bir şeydir. Daha demirəm. Onu ispat edə bilərsən, o olur. Türk qardaş, 40 yaşında İnsan surəsində əvvəl dedi Quranı yaratdıq, sonra insanı yaratdıq. Ha? Əvvəl dedi Quranı Mən bir söz deyim. Rəhman surəsi. Rəhman demir. Əlləməl sən Rəhman surəsini Quraq az. Ər-Rəhman bu Allahdır. Əlləməl Quran və xalaqal insan. Əgər o sözü demək istəyirsənsə, Allah Quranı öyrətdi və insanı yaratdı sözünü demək istəyirsənsə, sən əlləməl Quran, Quranı qiraətə öyrətdi və sonra insanı yaratdı. O Quranı kimə öyrətdi? Mələklər deyildimi onlar? Xeyr, mələkləri nəzərdə tutulur. Yəni insanı yaratdı. Mələklərə ehtiyac yox ki. Allah Taala insanı yaratdı. Elçin, mən sözüm kəsildi. Mələklər robot kimidir. Nədir? Onu quraşdırıb tutarıq. Əlhəmdülillah, Quran yaradılmış şey deyil. Bax, Quran Allahın, Quran qəraətdir, oxumaqdır, bilməkdir. Mən Türk Quran qardaşa sual Allahın vermək kəlamıdır. istəyirəm. Yox, mənim sözümdən Əli abi, siz Türkə sual verməmişdən qalaq, mənim hələm o suallarım var idi, o işıq məsələsi, mən hələm işıqdan saymamışam. Siz deyirsiniz ki, imamlara anadan, ana bətnində və yaxud da ruhlar aləmində və yaxud da ki, anadan olandan sonra verilir. Bəs nəyə görə? Yox, onlar doğulanda artıq alim də olurlar. Yerin göyün sirrinə vaqif olurlar. Bütün elmlərə vaqif olurlar.
Tam olaraq sizdən mən bunun cavabını aldım Bu bizim inşallah. əqidəmizdir. Mən də səndən xahiş edirəm bir qardaşın kimi bu barədə araşdırma apar. Aha, gəlin belə Özüm eləyək. Elə araşdırma. burada araşdırma aparırıq. Gəlin belə eləyək. Baxın, İslamın ilk vaxtı belə deyək də müsəlmanların gücsüz olan vaxtı idi və Mədinə dönəmi güclənən vaxtı və sonra Məkkə fəth olunub güclü olan vaxtı idi. Niyə İmam Əli belə deyək də insanlar odun yandırırdılar, peyin yandırırdılar, şam yandırırdılar və s. Niyə İmam Əli işığı çəkməyi uşaqlıqdan bilirdisə, bu elmi yiyələnmişdisə, bunu niyə etmədi ki? Dedi axı mən fitnədən qorxdum. Yəni fitnə üzürlü sayın. Fitnə artıq ola bilməz. Çünki belə deyək, Məkkənin fəthi var idi, Mədinədə hicrət etmişdilər. O əzəmətli Həzrət Əli deyir fitnədən qorxdum, sən desən ola bilməz. Yox, O yəni demək qardaş, sən istəyirəm ki, sən iddia eləyirsən, Əli deyib o sözü. Söhbət odur ki, mən onu Mənim demirəm. əsasım var əlimdə qardaşım. Qardaşım, söhbət ondan gedir ki, heç Ömərə peyğəmbər gəlmir. Peyğəmbərdən Ömərə vurdu bəyaqları, Ömərə vurdu. yandırmadı bu. Ömərə vurdu. Düş qardaş, buyur. Danışmaq Qardaşım, buyur. bax, Peyğəmbər sallallahu əleyhi və səlləm heç bir visət gəlməyib ona. Yəni peyğəmbərə peyğəmbərlik gəlməyib. 30 yaşı var. Həzrət Əli də doğuldu həmin vaxtda. Deyəsən hər şeyi bilirdi, danışırdı, bilirdi. Peyğəmbər nədə düşmən yox idilər. Ona da Muhammed Əmin deyirdilər o vaxta qədər. Pul verib göndərirdilər ticarətə. Hər şeylərini ona verib gedirlər. Həzrət Əli həmin vaxtda işığı da icad eləyə bilərdi, insanları haqqa da dəvət eləyə bilərdi və peyğəmbərə birbaşa zireh də düzəldə bilərdi, samolet də düzəldə bilərdi. Lazımdır peyğəmbərə bu boyda Ondan əziyyət. mühüm iş olur da yəni. Burada bir söz diyeceğim ben. Burada Allah'ın izni meselesi var. İndiyə qədər belə danışır. Gedədə seyirbazdır. Necə dedilər. Ha? Yəni Ondan mühüm iş olur. hər bir elm Mühüm iş olubsa, olur. amma biz görmüşük ki, yəni düşmənlərin üstünə nətər elm olubsa, İmam Əlinin necə elm olubsa, Məkkə müşriklərini yazı pozu əsirləri o ünvanla buraxmışlar. Bu biraz uyğun deyil qardaşım. Öyrəndiyimiz İmam Əlinin həyatına uyğun deyil, Quran-ı Kərimin həyatına uyğun deyil. Çünki Əli qardaş, Məkkə müşriklərini əsir almışdı Allah Rəsulu və dedi ki, mən sizi buraxıram, bizlərə yazı pozunu öyrədin. Yəni bu biraz uyğun deyil, vallahi uyğun Elçin, bir deyil. dənə köməklik eləmək istəyirəm, qardaşlıq eləmək istəyirəm sənə. Buyur. Mən sənin gələcəyini görürəm, belə yəni sən bizim adamsan. Elə bunu başqa yerə yozma. Mən ölüsən deyirəm, mən sənə bunu neçənci dəfə də deyirəm. İndi inşallah sən vaxt gələcək, mən göstərir. Ölsəm mənə rəhmət oxuyacaqsın. Sözüm onda yox. Sənə bir dənə qardaşlıq eləmək istəyirəm. Buyur. Kumel duası eşitmisən? Bəli. Sən qardaş o 5000-i gətir hələ ver biz adama. Oxumusan Biz onu? elçilə taxmışdıq. Yox. Adama 5000-i ver. Eşidirsən, Türk qardaş. Kumel Bana duasını 5000-i verir. oxumusan. Mən Kumel duasını mən oxumusan. Ha? yox oxumamışam. Belə məscidlərdə görmüşəm oxuyurlar. Sizi and verirəm Allaha. O Kəbiyə. Kumel duasını bir dənə mütaliə edin də, nə olar? Xahiş edirəm. Yəni söz verin kişi kimi ki, oxuyacaqsınız, mütaliə edəcəksiniz. Mən tapıb elə-belə oxuyub görüm nə deməkdir. Amma mən bilirəm ki, Allahın Rəsulu əleyhissalatu vesselam buyurub ki, ən gözəl dua Elhamdülillah Rabbil Ələmindir. Bundan deyir, əzəmətli bir dua yoxdur. Allah Rəsulu deyir, ən gözəl dua Mən inkar eləmirəm. Elhamdülillah Rabbil Ələmin. Ən gözəl zikr la ilahe illallah. Türk qardaş, baxın bir şəxsi elə mən elə Həzrət Əlinin bir hədisini demək istəyirəm. Deyir ki, hər bir kişi dilinin altında gizlənir. Danışanda tanıyırsan onu. Əgər bir şəxsi tanımaq istəyirsənsə, Həzrət Əlinin sözünə elə çıxır ki, onu dindir, danışdır, biləcəksən bu adam kimdir. Bu Kumel duasını Əli ibn Əbi Talib Kumel'e öyrədib. Kumel Həzrət Əlinin şagirdi oldu. Və bunun Əli əleyhissalamın duası olduğu
mütləq şəkildə isbat olunub, bütün şiə mənbələri, bütün kitablar qeyd ediblər ki, bu duanı Əli ibn Əbi Talib Xümeyniyə öyrədib. Bir dənə xahiş Duanın edirəm. mənası nədir? Bir də oxu görək mənasını, bir də görək nədir o. Açın oxuyun da, mən də durub O orada bizdə məscidlərdə görürəm, üzün sağa sola çevirib oxuyurlar, əlin belə tuturlar belə hərdən oxuyurlar. Yox, belə, kumel mən görürəm. duası deyil. O kumel duası deyil. Sağa sola çevirmirsən. Siz orada kumel duasında Əli əleyhissalam həm Allahı tanıtdırır insanlara, həm insanın özünü tanıtdırır insanın özünə. Həm insan özünü tanıyır, həm orada Allahını tanıyır. Allah haqqında elə bir informasiya verir ki, insana Allah, Həzrət Əli. İnsan mat məəttəl qalır. Yəni sözü, məsələn, Əli əleyhissalamın sözü var, orada əlif yoxdur. Bir dənə xutbə oxuyub, xutbə. Orada əlif yoxdur. Xutbəsi var, nöqtə yoxdur orada. Bu hər adamın işi deyil. Bu hər adam bunu edə bilməz. Niyə? Qardaş, aşıqlar Qazaxda dodaq dəyməz oxuyurlar. İndi nəyə yəni? Dodaq dəyməz 5000, 6000 şeydən sözdən ibarət dodaq dəyməz oxuyurlar. İndi o deməkdir ki, o möcüzədir. O bir şey 5000, 6000 olmaz da daha. O çox elədi. Abi yox, 5000, 6000 bir nəfər deyil yəni. 5000, 6000 bir dəfə demə. 5-6 beyt olar. 5-6 beyt olar. 5-6 min söz olmaz mənim qardaşım. 5 beytdən ibarət kitablar var. Yəni 5-6 min Dodaq beytdən dəyməz də çox. qafiyələr var. Dodaq dəyməz qafiyələr var. Sən bir iki dənə deyə bilərsən. 5-6 kuplet olar. İşlətməyəsən, ərəb dialektikasında ümumiyyətlə indi azdan çoxdan görürəm bilirsən, əlifsiz, əliflamsız söz işlətmək qeyri-mümkündür. Ən möcüzə kitab Qurani-Kərimdir. Ən möcüzəli kitab Allah Qurani-Kərimdir. Və hətta Məkkə müşrikləri özləri şair idi çoxu. Və Qurani-Kərimin bəlağətinə heyrət aparırdı, təəccüb qalırdılar. Hətta Əbu Cəhillə Əbu Süfyan gələrdi Qurana gecə qulaq asardılar. Sonra isə yanından çıxıb gedərdilər. Bəlağətinə Quran başqa şeydir. Yəni Quran kimi, bildim də qadın, Quran kimi, ona görə əhsənəl kələm, əhsənəl kələm, Kəbullah. Düzdürmü? Əhsənəl kələm, Kəbullah. Və Hədi Muhammedin sallallahu aleyhi ve sellem. Ən gözəl də yoldur, Allah Rəsulun yoludur. Amma söhbət odur ki, bu söz var, orada əlif demədi, nə demədi? Bu bizə dilimizin məğzinə aid olan bir şey deyil. Yox, mən sizə Kumel duasını məsləhət görürəm ki, bir dənə xahiş edirəm onu oxuyub mütaliə eləyəsiniz. Kumel duası Həzrət Əlinin dilindən çıxan bir dənə duadır. Siz orada Əli əleyhissalamla tanış olacaqsınız ki, o kimdir, o nə şəxsiyyət. Məsələn, Əli, biz İmam Əlini Allah həmdolsun tanıyırıq. Sadəcə biz üzrünü vallahi tanımırsınız. Yox, Vallahi tanımırsınız. Yox. O bir misal Ola bilərsiniz. Səhabə kimi tanıyırsınız. Hə, səhabədir. Ondan artıq bir şey deyil. Yox, Əhl-i Beytdəndir, səhabədir. Sizin əqidənizə görə üzr istəyirəm. Əhl-i Sünnəyə görə. Mən indi bir dənə hədis sizə səhih Buxaridən, Müslimdən hədis deyirəm ki, hamınız da qəbul edirsiniz. Rəvayətdə Peyğəmbərdən hədis deyirlər ki, Peyğəmbər özü dedi ki, məndən sonra Peyğəmbər olsaydı Ömər olardı. Bəli. Da Ömər hara? Bu hədisin qabağında Ömər hara, Əli hara? Diqqət edirsən. Fəzilət baxımından baxanda Peyğəmbərdən sonra ən əzəmətli sahabə Ömər olur. Düzdür yox? Bu hədisə əsasən. Yox. Yox, Peyğəmbər deyir ki, məndən sonra qərar olsaydı ki, Peyğəmbər olsun, Ömər olardı. Peyğəmbər əleyhissalam biliyor. Hansı səhabə fəzilət sahibi ola bilər? Ən fəzilət sahabə Ömərdir. Yox. Peyğəmbər əleyhissalam deyir ki, bu hər ümmətin bir əmini var. Bu ümmətin də əmini bin cərrahdır. O əmin başqa şeydir, Peyğəmbəri. Yəni qulaq as da. Başqa bir yerdə deyir ki, hər ümmətdə bir sıddıq var. Bu ümmətdə Sıddıq Əbu Bakırdır. Əliyə Murtada deyib, Allahın razı olduğu deyib. Osmana Zünnurayn deyib, iki nur sahibi deyib. Əli üçün də başqa belə söhbətlərdir. Əliyə o sözü deyib. Ömər üçün də Əl-Faruq deyib və Peyğəmbər olan. Əlinin haqqında nə deyib? Əl-Murtada.
mültədar Allahın razı Türk- qaldığı şəxs. Türk qardaş, İndi söhbət Peyğəmbər vəfat edəndə kimə tapşırdı? Ümməti kimə tapşırdı? nə? Ümməti başqa kimə söhbət- tapşırdı, getdi. Dedi Bu mən mövzu başqa buranın mövzu. yeri deyil. elə əsas orada o Qardaş heç kimə tapşırmır. əsas odur da. Heç kimə tapşırmır. Yox. Əhl-i sünnətə görə heç kimə Yəni tapşırmır. Yok. Ali Elçin abi. cavab verin. Elçin cavab verin. Başqa üzr. Heç nə Ha, ver deməyəcəm. ver buyur. Niyə, bax mənə bax, niyə tapşırmır? Də heç kimə deməyək ki, məndən sonra Yox. kimsə bu millətə ümmətə başçılıq eləsin. Belə bir şey bir şey ola Bax, bilər. niyə Olur, tapşırmalı idi ki? Yox, Elçin bax, niyə tapşırmalı idi ki, əgər şiələrə görə hər bir imam özü Allahdan birbaşa lədun elmi alırdısa, niyə görə Peyğəmbər Mübarisin var. əleyhissalam tapşırsın? Buna Deməli, itaət Allah edirsiniz, buna seçmişdir qulaq də əlini. asasınız. Sizə görə əlini Allah Peyğəmbərdən Hamısında olur. seçdiyinə görə lazım deyildi tapşırsın, düzdür? Niyə vəsiyyət yazmalı idi? Sizə görə artıq Əli anadan olan kimi həm imam idi, həm xəlifə idi. Ona görə lazım deyildi Peyğəmbər kiməsə tapşırsın. Bu sizin əqidəyə görə belə olmur. Baysa Yanlış biz da. qəbul eləyəcəyik. Qəbul eləməyənlər var idi axı. Üzürlü sayın. Qədirxumu bir yaxlarına şey dedim. Qədirxumda Mövzu başqa Mövzu yerə getdi. gedir. Yox ki biz bunun mübahisəsini, müzakirəsini edə bilmərik. Xeyr. Bu, yəni müzakirəni Allah həmd olsun YouTube kanalımda və səhifəmdə geniş olaraq danışmışıq. Mən inşallah gəlmək istəyirəm bir mövzu, iki mövzu var. Onu buraxdım, yazıram mən burada həmişə ki yadımdan çıxmasın da. Deməli, Əli abi deyir ki, biz İmam Əlini sevmirik. Biz Yox, mən elə söz demədim. Yox, Estağfurullah. yəni ki, Mən dedim tanımırsınız. tanımırsınız da, yəni tanımamaq o Sevmək demək. başqa şeydir. Ha, Sevmək başqa şeydir. gəlirəm. İmam Əli, Əli bir dənə lütfən xahiş edirəm. Bir dənə mən qutarım inşallah. Əgər bir insanı tanımırsansa, onu sevməyində bir problem var. Gərək onu tanıyasan ki, ona uyğun olaraq sevəsən. Deməli bir misal çəkmək istəyirəm. Bunu həmişə bizə xristianlar çəkirlər, yahudilər çəkirlər. Xristianlar bizə deyirlər ki, siz müsəlmanlar İsa Aleyhisselamı sevmirsiniz. Şəxsən mənim özüm Sumqayıtda olan pastor var. Onun da adı Elçin idi. Onunla söhbətimdə olmuşdu. Onu dəvət eləmişdim evimə. Mən onu İslam'a dəvət eləyirdim. Nəysə, əlhamdülillah alınmadı. Deməli, o mənə deyirdi, bu sözü deyirdi. Deyirdi ki, siz müsəlmanlar İsa Aleyhisselamı sevmirsiniz. Siz bu sözü deyirdi və ona qarşılıqlı olaraq mənim cavabım var idi. Bəli, biz xristianlar kimi sevmirik İsa Aleyhisselamı. Biz İsa Aleyhisselamı xristianlar kimi sevsək, ya İsa'ya Allah və yaxud da ki Allahın oğlu deməliyik. Həmçinin Yahudilər də bizə deyirlər ki, siz Musa Aleyhisselamı sevmirsiniz. Siz də bugün bizə deyirsiniz ki, siz İmam Əlini tanımırsınız. Mən sizi başa düşürəm nə demək istəyirsiniz. Biz tanıyırıq, sadəcə biz şiələr kimi tanımırıq. Məsələ bu bir. Və ikincisi isə bayaq belə bir söz dediniz. Mən bu sözü hər dəfə şiələrdən söhbət əsnasında olaraq bu sözü eşidirəm. Deməli, İmam Əli deyir ki, əgər bir insanı tanımaq istəyirsənsə, onun danışıqlarından tanıyacaqsan. Yox, belə bir söz dediniz. Bəli. Aha, bax bu Hər söz... bir kişi dilinin altında gizlənir. Aha, kişi dilinin altında gizlənib. Yəni, danışsa, kimliyi ortalığa çıxacaq, elə deyilmi? 100%. Aha, 100% də dediniz. Amma bax, bu söz Allahın kitabı ilə ziddir. Çünki Allah Quran-ı Kərimdə deyir ki, ya Muhammed, sən münafiqləri tanımazsan, ta ki biz sənə onu tanıtmayınca Tövbə surəsi 101-ci ayə. Yəni ki, biz bax bu günləri bunu gətirəndə, məsələn, bax görsən, etiraz etdik. Quran ayəsi ilə, İmam Əlinin və Allah Rəsulunun həyatı ilə etiraz etdik. İşıq çəkməyə etiraz etdik. Öz ağlımızla yox. Və yaxud da ki, indiki bu sözə ki, İmam Əli deyib ki, bir insan tanımaq istəyirsənsə danışsın, sən onu tanıyacaqsan. Amma Allah Rəsulunun yanında insanlar, münafiqlər cihada gedirdi, tanımırdı. Bir, cənazə namazını qılmaq istədi, tanımırdı. Tövbə surəsi 80-84-cü ayə və Tövbə surəsi 101-ci ayəsində Allah açıq-aşkar olaraq deyir ki, ya Muhammed, biz sən o münafiqləri tanıtmasaydıq, sən onları tanımazsın. İndi bax bu sözü Sən o ayənin təfsirinə baxmısan, ayənin təfsirinə baxmısan. Yox, bu ayətin yəni zahirində budur. Ayənin təfsirinə baxmısan, qurban.
Biraz Ayənin təfsirinə baxmamısan, Yenə Biri deyirəm. var, Gəlin belə biri eləyək. var. Münafiq Allah Rəsulu. haqqında üzr istəyirəm. Bax, Elçin, biri var Birətələri qardaş. münafiq haqqında biri var. Allah ona vəhy verir peyğəmbərə. Bildin necə? Deyir, bax, birazdan gələcəklər. Qapıdan daxil olacaqlar. Bunlar münafiqdir, bunları tanıyır. Bu başqa şey. Bizdə var ki, sən peyğəmbər deyirsən, ağzında. Bu peyğəmbər yerin altını da bilir, üstünü də bilir. İnsanı baxanda rəngin kimi görür bu adam kimdən açır. Bildin necə? Elə bir şey yoxdur qardaşım. Yoxdur, elə bir şey Sizə görə yoxdur. yoxdur. Quran-ı Kərim inkar edir. Yox, bizə görə Qurana görə. 80-ci ayəsini oxuyaq Sizə inşallah. sizə görə yoxdur. Siz ümumiyyətlə Allah Quranda siz- deyir ki, siz- sən nə Quran bilərdin, nə kitab Niyə bilərdin, Türk nə qardaş, Quran niyə bilərdin. indiki zamanda da öngörmə yoxdur? İndiki zamanda da deyirlər də düz Baxlar, deyir ki, sən nə kitab bilərdin, nə də şey bilərdin. Adı nədir? Şura 52-ci ayə. 52-ci ayə. sən nə kitab bilərdin, nə iman bilərdin. Və orada da bax təfsirlərdə də gəlir ki, yəni sən bunları bilməzdin, biz sənə imanı və kitabı öyrətdik, yazmağı, oxumağı öyrətdik. Deməli Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm də əvvəlcədən hər şeyi bilməzdi, ancaq ona öyrədiləndən başqa bir ayədə Qul dedi de, mən sizin kimi bir bəşərəm, yalnız mənə vəhy olunur. Mən sizinlə yalnız vəhlə danışıram. Bu ikinci, çünki vəhdən əvvəl danışa bilməz. Üçüncü, Allah Rəsulü əleyhissalatu vesselam adı nədir? 4 dənə ona məsələn ayə verir. Haramlıq haqqında. Hər nə Haramlıq deyir haqqında. peyğəmbər? Ha? Niyə başqa ayədə deyir ki, peyğəmbər hər nə Yox, danışır vəhy deyir? Bir dənə Tövbə surəsinin 101-ci ayəsini Yox. oxuyaq. Hüseyn, bir dənə oxu bunu inşallah. Oxu. Hələ bir dənə. Sizin ətrafınızdakı bədəvi ərəblərdən bir dəstə münafiqdirlər. Mədinə əhlindən də nifaqa adət etmiş kəsləri vardır. Sən onları tanımırsan, biz Bax, onları tanıyırıq. sən onları tanımırsan, biz tanıyırıq. Tövbə surəsinin 101-ci ayət oxu. Tezliklə onlara 2 dəfə əzab verəcəyik. Sonra isə daha böyük əzaba tərəf döndəriləcəklər. Biz inşallah deməli, Türk qardaş buyur, nəsə əlavə vermək istənsə buyur. Yo, indi mən o bir dənə axırıncı sözünü demək istədim. Yəni ki, bax Allahın Rəsuluna Allah Taala vəhy etmədən o heç nə danışmır. Deyirsən, ona vəhlə danış. Bəli, o vəhlə danışırdı. Yəni vəhsiz heç nə danışa bilməzdi. Ona gələn elmdən bu ayə var. Allah Quranda deyir ki, "Ləm yekunellezine keferu min ahlil kitab vel müşrikin" Bəyyinə surəsi əvvəl kitab əhlindən olan müşriklər və adı nədir? Kafirlər və müşriklər deyir. Onlara bəyyinat gələnə qədər aralarında təfərrüq etmədilər, bölünmədilər. Və Peyğəmbər sallallahu əleyhi və səlləmə də bəyyinə gələnə qədər o susardı, gözləyərdi ki, ona bəyyinə gəlsin bir iş haqqında. O onu deyərdi. Və Rasulullahdan soruşurlar, "Əmmə yətəsəlu", səndən nə haqqda soruşurlar? Böyük bir şey haqqında, deyim bu xəbər haqqında. Peyğəmbər sallallahu əleyhi və səlləm bunu soruşanda Allahın Rəsulü əleyhissalatu vesselam sıraz onlara cavab vermədi və Cəbrail əleyhissalam gələndən sonra və cavab verdi. Və bir də başqa bir ayə var. Adı nədir? Rəbbin səni nə tərk etdi, nə də unutdu. Bu ayə nazil olma səbəbi nə idi? Allahın Rəsuluna vəhy gəlmədi və Allahın Rəsulu orada oturub dururdu və ondan sözlər soruşurdular, cavab vermirdi. Vəhy gələnə qədər oturub gözləyərdi. Vəhy gələndən sonra cavab verərdi. Deməli bu elmləri Allah ona bildirmədən əvvəl danışa bilməzdi. Bu bir. İkinci, Peyğəmbər əleyhissalamdan əvvəl mələklər nə deyir Allaha? Dedi ki, biz sənin bizə öyrətdiyindən başqa bir şey bilmərik. Və eləcə də Allah Taala bütün peyğəmbərləri eyni vəsf edib. Deyirlər ki, bütün peyğəmbərlər, bax bütün peyğəmbərlərə aid olan bir vəsfdir ya. Bütün peyğəmbərlər biz də sizin kimi bir bəşərik. Bizə yalnız vəhy olunur. Deyib cəmaata deyərdilər sözləri. Qardaş, bu sənin danışdığın şey isə əuzbillah birbaşa hər bir elmi bilən, əvvəlcədən və sonrada da hər bir elmi bilən və sonra da gizlədən bir qövm. Elə bir qövm yoxdur qardaşım. Elmi bilib və gizlədir. Burada Əli bəy, burada mənim üçün bir sual yaranır. Eşidirsinizmi Əli bəy? Bəli, bəli. Əli bəy, burada belə bir sual yaranır məndə. Məsəl üçün, siz bayaq deyirsiniz ki, bizim kitablarda
İmamlar elmi uşaqlıqdan, yəni dünyaya gələndə Allah Subhanahu taala onlara o elmi verir. Bunun içərisinə Muhammed də girər, yoxsa yox? Allahın salamı olsun ona və onun ailəsinə. Əlbət ki. Aha. Tamam. Gəlin belə Peyğəmbər də eləyək. anadan gəlmə alim də olub. Aha. Gəlin belə eləyək. Yerin göyün sirrinə vaqif olub. Aha. Gəlin belə eləyək. Əgər alim olubsa, biz burada, yəni bu hədisi biz ayələrlə üstə gətiririk. Məsəl üçün, əgər Muhammed, Allahın salamı olsun ona və onun ailəsinə alim olubsa, biz bilirik ki, Əshab-ı Kəhfdə olan mağara cəmaatının sayını bilmirdi. Ta ki ona vəh gəlməyincə, əgər, bax, ziddiyyətə bax, uşaqlıqda bilirdisə, əgər İmam Əli, Muhammed, Allahın salamı olsun ona və onun ailəsinə, əgər uşaqlıqda bilirdisə, nəyə görə müəyyən Yahudilərin sualına vəhdən sonra cavab verirdi? Elə birbaşa olaraq verərdi də, çünki bunda uşaqlıqda var idi axı bu. Bir, ikincisi isə, yəni, məsəl üçün, Əshab-ı Kəhf surəsi 22-23-cü ayələr olmalıdır. Yahudilər gəldi, suallarla gəldi, amma Allah Rasulü bunu bilmədi və gözlədi ki, ayət nazil olsun ki, bundan sonra bunu bilsin. Və həmçinin də, əgər uşaqlıqdan o elmlərə sahib idisə, niyə münafiqləri Allah Rasulü tanımırdı? Allah Rasuluna Allah vəh edəndən sonra oğulları tanıdı. Elçin qardaş, icazə ver. Elçin qardaş, icazə ver, xahiş edirəm. Axı, Quran-ı Kərimdə ayət-i kəlmə keçirən, axı, Peyğəmbər özündən danışmaz. Yəni, Peyğəmbərə o icazə vermir, axı. Əli bəy, yox, birinci Peyğəmbər özündən söz danışar. Quran-ı Kərimdə bunun dəlilləri var. Bu ayrı bir mövzu qalsın sabaha. İstəyirsiniz sabaha bu mövzunu saxlayaq. Əli bəy, bu mövzunu saxlayaq mı sabaha? Allah Rasulü özündən bir söz deyər. Elçin qardaş, bir dənə söz deyim. Deyir ki, Peyğəmbər, Allah deyir ki, Peyğəmbər yalnız vəhi deyər. Yəni, özündən heç nə deməz. Mən də deyirəm ki... Belə bilirsiniz. Yəni, özü istəyirəm, xahiş edirəm. Mən də iddia edirəm ki... Necə? Xahiş edirəm, bir zaman deyim. Xahiş edirəm, bir dənə deyim sözümü qutarım sonra. Ha, buyurun. Deyirəm ki, Quran-ı Kərimdə ayət-i kəlmə var ki, Peyğəmbər özündən danışmaz. Yəni, sən deyirsən ki, o ayə enməmişdən əvvəl deyərdi, alim idi, belə falan. Amma axı Allah da deyir ki, Peyğəmbər özündən danışmaz. Yəni, Allahın vəhin çatdırır. Əgər özündən danışsa... Buyur, nəysə, buyur. Müdaxilə elədim, buyur, siz söhbət edin. Sizin adınız nədir? Sizin adınız nədir? Mənim adım? Mənim adım. Bəli. Hikmət. Hikmət qardaş, baxın, sizə uşaqlıqda bütün elm verilir. Bax, uşaqlıqda, yəni körpə olarkən ayaqüstü düşürsünüz yerə və danışırsınız və s. İmamətliklərin mövzuları var da, Usul-i Kafidə birinci cilddə imamətliyin əlamətləri var. Onlardan da biri elmli olmaqdır. Baxın, bu elm sizə verilir. Bütünlüklə elm verilir. Sizdə artıq buna cavab vermək üçün bir nə var? Elm var. İkinci elmə ehtiyac var? Yox. Çünki sizə bütün elmlər verilir, baxın. Sizin yanınıza 3 dənə Yahudi gəlir. Əshab-ı Kəhfdə. Mağara cəmaatı neçə dənə idi? Siz bunu cavab verə bilmirsiniz. Və gözləyirsiniz, vəh gəlsin və sonra cavab verilsin. Bir, və Peyğəmbər ətrafındakı olacaq münafiqləri tanımır, vəh gəlir və vəhin əsnasında tanıyır. Bu vəhlərin gəlməsi onu göstərir ki, xeyr ey şiyələr, biz imamlara uşaqlıqda bütün elmi öyrətməmişik. Nəcül Bələğədə, baxın, dəlil gətirirəm. Yaxşı, bu İmam Cəfər Sadiq hardan bu 10.000 cəmaata dərs keçirdi? Hansı elmlə? Mən gələcəm inşallah. Baxın, ata-babasından gələn elm. Baxın, Nəcül Bələğədə İmam Əlinin yanına biri gəlir. Nəcül Bələğəni gətir bir dənə, zəhmət olmasa. İmam Əlinin yanına biri gəlir Küfədən. Oradadır, yox, buradadır bala. İmam Əlinin yanına biri gəlir. Və deyir, ya İmam Əli, sən qeybdən xəbərin var. Və İmam Əli ona gülür.
və Loğman surəsinin 34-cü ayətini ona gətirir. İnşallah siz söhbət eləyin, mən onu tapım. Görək İmam Əli qeybdən xəbəri var idi, yoxsa yox. Bunu Nəhcül Bələğədə İmam Əli özü etiraf eləyir və bu insana gülür. Yəni ki, sən bildiyin indi deyil də, səni alladıblar. Yəni bu mənim haqqımda doğru məlumat sənə verilməyib. Həm də ki, yəni düşlənsiz şeydir. Necə imamlara elm verilə bilər ki, imamlar yanındakı olan münafiki tanımır. Sən özün qəbul edirsən ki, İmam Cəfər Sadiq 10 min insana dərs keçib. Baxın, YouTube'da bir insan 1 milyon insana dərs keçə bilir. YouTube'da, TikTok'da, idman sayəsində olsun. Kimdən öyrənib keçir də? Hətta dünyavi. İmam Cəfər Sadiq kimdən dərs alır? İmam Cəfər Sadiq olsun. Newtonun nəzəriyyəsini ya da kvant nəzəriyyəsini 6 milyard insan tanır. İndi o deməkdir ki, bunlara vəh gəlir. Yox, tanımaq başqa şeydir. Bir başqa şeydir. İlm sayılır. Newton özü kimdənsə dərs alır. Bax, qardaşım, Newton... Elə bir dənə adam tapa bilərsən ki, onun ustadı olmasın. Newton özü müsəlman olmayıb, düzdür? O da fizik olub da, 3 dənə nəzəriyyəni özü, 3 qanunu özü kəşf edib. Ona indiyə qədər onu heç kim öyrətmir. Newtonun 3 dənə qanununu Newton çıxardıb. Başqası heç kim ona öyrətmir. Elm əsasları olub da, öyrəndiyi elmlərə əsasən çıxardıb. Deməli, bunun kökü olub, bax, Allah Rəsulü Aleyhisselam buyurub ki, qulaq as, Allahın Rəsulü buyurub ki, bax, qara çörək otunda sizin üçün ölümdən başqa hər bir şeyə dərman var. Bunun kökünü Rasulullah deyildi, düzdürmü? Ona da Allah deyib də, Rasulullah, Cəbrail Aleyhisselam bildirib. Və bu da qara çörək otundan sonra bizim indi Füzuli doktorumuz var. Füzuli doktorumuz indi 21-ci əsrdə qara çörək otundan cürbəcür dərmanlar düzəldir. Bu o demək deyil ki, Füzuliyə adı nədir, vəh gəlir, ya ilham gəlir. Xeyr, Allahın Rəsulunun sözünü götürüb, təhqiq edir və ondan da istifadə edir. Allahın Rəsulu kimyadan, fizikadan, astronomiyadan, hansı elmlə kimə dərs keçib? Astronomiya elmi Peyğəmbər dərs keçib, astronomiyadan. Astronomiyadan keçməyib, astronomiyadan Allah Quran-ı Kərimdə. Fizikadan Peyğəmbər harada dərs keçib? Keçib və səmə və tarix, hamd olsun səmaya və tariqə, bu astronomiyadır. O elmdir be. Elmdir. Sən nə danışırsan, ay qardaş? Qardaşım, və Allahın elminə sən elm deyirsən, amma mən elmə... İki kəlmə ilə şey olur, qardaşım, Allahın elminə, subhanallah, elm İmam Cəfər deyirsən, Sadiq tibdən dərs keçib. Tibdən Əli bəy, burada deyirsiniz ki, imamlar doğulanda bütün elmlər ona verilmişdi və Muhammed də, Allah'ın salamı olsun ona və onun ailəsinə, bütün elmi bilir. Burada da Türk qardaş deyir ki, o bunu bilir, siz deyirsiniz ki, Allah Resulü bunu bilmirdi. Nəyi bilmirdi? Nəyi bilmirdi? Mən deyirəm, Peyğəmbər harada fizikadan dərs keçir? Yəni, fizikadan dərs keçməsə də bilirdi, yoxsa yox? O niye bilmirdi ki? Ha, şu. Yok, şurada yok. Sonra tutarlı mesela. Şuradan mesela biri böylədir. Və 128 oxuyuruq. İmam Əlinin yanına biri gəlir. Qeyb məsələsində, elm barəsində danışır. İndi oxuyaq inşallah. Bu Nəhcül Bələğədir. Və içini də göstərirəm sizə. Evdə olanlar varsa oxusun. Deməli, xütbə 128. Bizim mövzu ilə bağlı olacaqdır. Buyur. Həzrət Əli bu xütbəsində gələcəkdə Bəsrədə baş verəcək hadisələrdən xəbər verir. Ey Əhməd, toz duman, səs-küy, fəryada atların kişnəməsi olmayan bir orduyla yola düşdüyünü və yer üzünü dəvə quşlarının ayaqlarını bənzəyən ayaqları ilə tapladığını görürəm. Qeyd raziyə görə bu şəxs da sahib o gözəl yollarınıza hacılaykən kanadları kimi ətrafa baxan balkonlu və sütunları fil hortumlarına bənzəyən bəzəkli evlərinizə heyflər olsun. Belələrinin nə ölülərinə yastıqlar, nə də itkirdiklərini axtarırlar. Dünyanın üzrə çəkib ona lazım qədər dəyər verən və gərəkliyi kimi baxan mənəm. Sanki üzrəyə çəkizlə döyülmüş qalxan kimi olan bir bölümü Moğol düşmüş öyrənci və hər ipək geyinmişlər. İndi əsasa gəlirik. Ən gözəl atları seçib saxlayırlar. Onlar çox amansızdır. Belə ki,
Yaralılar öldürənlərin üstündə sürünər, qaçanlar isə əsir düşənlərdən az olar. Bir nəfər sənə qeyb elmi verilmiş ey möminlərin əmri deyincə əli güldü. Aha, bir nəfər gəlir İmam Əlinin yanına ki, deyirlər ki, sənə qeybi elmlər verilib yoxsa yox. İmam Əli gülür ona. Bir də oxu oradan başlayırıq aşağı. Qısadır inşallah. Bir nəfər sənə qeyb elmi verilmiş ey möminlərin əmri deyincə əli güldü və şərif zəbirəsinin olan o adama dedi, ey kəlbli, bu qeyb elmi deyildir. Bu ancaq elm sahibindən elm öyrənməkdir. Qeyb elmi... Bax, elm sahibindən elm öyrənməkdir. Buyur. Qeyb elmi qiyamət elmidir ki, ayədə belə bildirilir. Həqiqətən qiyamətin haqqında biliş Allahdadır. Yağışı o indirir, bətinlərindən nə olduğunu o bilir. Heç kəs sabah nə qazandığını bilmir. Heç kəs harada öləcəyini bilmir. Şübhəsiz ki, Allah hər şeyi biləndir, xəbərdardır. Loğman 34. Bundan başqa rəhimlərdə qız yoxsa oğlan, çirkin yoxsa gözəl, mərd yoxsa xəsis olduğunu yalnız Allah bilir. Bax, bu Allahdan başqa heç kimin bilməyəcəyi qeyb elmidir. Bundan başqa daha bir elm var ki, onu Allah nəbisinə və o işə mənə öyrətmişdir. O qəlbimi... Allah nəbisinə, nəbisi də mənə öyrətmişdir. Yəni bu İmam Əlinin sözüdür. İnşallah bu qədər. Əli əleyhissalam İbn-i Mülzəmi göstərir malikeşlərə, deyir ki, bu mənim qatilimdir. Malikeşlərə göstərir ki, mənim qatilimdir. Yəni düşmənçilik belə deyək də, bu günləri mən də bilirəm ki, məsələn, mən qonşumla düşmənçilik eləmişəm. Mənim evim yandı sağ tərəfdən. Sağ tərəfdə belə deyək də mənim qonşumdur. Mən fikirləşirəm ki, elə mənim evimi bu yandırıb. Elə bir elmlər var ki, əzizim, onu siz də bilə bilirsiniz, biz də bilə bilirik. Məsəl üçün, kafirlərə də bir elm gəlmişdi. Vəhlə Yusuf Aleyhisselam dönəmindəki olan kral var idi ki, Allah Subhanahu Taala onun əli ilə 7 il aclıqdan qorudu. Yusuf Aleyhisselam o elmi yozdu və belə deyək də insanları, o əhalini qorudu. Yəni elm bugün kafirə də gəlir, müsəlmana da gəlir inşallah. Biz bunu yəni inkar eləyə bilmərik. İnşallah mən üzürlü sayın sabahları inşallah Əli bəy sizi bizim kanalda görmək sevinərdim. Mövzumuz inşallah bu olsun. Allah Resulü özündən bir söz demişdi yoxsa yox? Bunu Allah Quranda deyir də, Peyğəmbər hər nə deyir, vəhiy deyir də. İnşallah bunu müzakirəsiz aparaq. Görək Quran-ı Kərim bu barədə sən Peyğəmbərsən, mən də sənin dinləyicinəm, oturmuşam. Məsələn deyirəm də. Oturmuşuq, söhbət edirik. Sənin ağzından çıxan bütün kəlmələr hamısı vəhiy. Yəni budur. Yox, inşallah bunu... söhbətimiz, sən Peyğəmbər olsaydın, sənin çıxan ağzından çıxan sözləri mənə vəzifədir ki, mən vəhiy kimi qəbul edim. Əli qardaş, Elçin müəllim dediyi odur ki, Allahı gözləməyib cavab verməli idi. Deməli, verməyibsə, demək elmi yox imiş Peyğəmbərin. Yox, Peyğəmbərin əxlaqından irəli gəlir. Bəli, əxlaqından irəli gəlir ki, Peyğəmbər Quran-ı Kərimdə Allah Peyğəmbərin haqqında deyir ki, innəkə xuluqin azim. Sən əzəmətli əxlaq sahibisən. Elədir ki, var. Heç vaxt Allahdan qabağa keçməzdir. Keçməzdir. Ki, özü məsələdən agahdır, bilir nəyi neynəmək lazımdır. Bəli, o demək deyildir ki, onun elmi yox idi. Fikirlərinizdir, üzürlü sayın Tövbə surəsi 100-cü ayəsində deyir ki, ya Peyğəmbər, sən münafiqləri tanımazdın ta ki sənə deməyincə. Yəni bu açıq ayə nəzir. Həmən o ayənin təfsirini mən sənə deyirəm. Üzdən oxuyursan. Münafiqlər öldürmək istəyirdi. Münafiqlər Peyğəmbəri öldürmək istəyirdi. Allah Teala bir dənə. Mövzu nədir? Hər nə öldürmək istəyirdi və yaxud da sözə varmaq istəyirdi. Yox, məsələn, ayəni açıqlayır. Tanıyırdı yoxsa yox? Allah bilir. Allah tanımırdı. Ali qardaş, bunların zülmü odur ki, ayənin içindən oxuyurlar, ona özləri şərh verir. Estağfurullah, yox, bax. Habil, lütfen, mən imkan vermərəm də mənə kimsə yəni böhtan atsın da əzizim. Olmaz. Böhtan yox. Mən Quranı oxuyursunuz, sözlərinizin içərisini, baxın,
Mən sizin sözlərinizin içərisini öz beynimin məhsulu ilə dolduraram və məndən narazı da qalmazsınız. Çalışın, sözün sahibi nə deyirsə ona uyğun olaraq cavab verin. Bunlar bunu demək istəyir, bunlar bunu demək istəyir, bunlar... Yox, belə olmaz ki. Anlatabilirəm, Elçin, belə icazə olmaz. versən, Mən Elçin. nəyi deyirəmsə, Həmin o ayəni mən başa açıqlayım. düşmədinsə, məndən aydınlıq ver. Aydınlıq istə. Buyurun, buyurun. Bax, Peyğəmbəri öldürmək istəyirdilər münafiqlər. Allah Teala bir dənə ildırım çaxır. Bunların çehrəsi görsənir, üzü görsənir gecə vaxtı. Və Əbu Zər Qəffari yoxsa Əmmar Yasir Peyğəmbərin yanında olur. Səhv eləmirəmsə Əmmar olur Peyğəmbərin yanında, zehnimdən çıxıb. Peyğəmbər Əmmara deyir ki, bunları nə qədər mən sağam, heç kimə deməginən. Kimləri gördüm, məni öldürmək istəyənləri, o münafiqləri. Peyğəmbərlə bir yerdə səfərdə idilər onlar. Onlar Peyğəmbərin əvvəl dəvəsini bizləyirlər ki, Peyğəmbəri dəvədən salsın yerə. Dəvə Peyğəmbəri çırpsın yerə. Elə onu eləmək istəyəndə ildırım çaxır, bunların surəti görsənir, üzləri görsənir. Və Allah orada tanıtdırır o münafiqləri Peyğəmbərə. Bildin necə? Onlar ildırımla onların üzü görsənir. Diqqət edirsən. Allah tanıtdırır. Bəli. Onların üzü Peyğəmbər görsənir. tanımırdı. Ta ki ildırım çaxmayana kimi. Yox, hadisə baş verməmişdən qabaq Peyğəmbər nə belə deyir, nə bilsin indi nə olacaq? Məsələn də. Elə mənə dediyim də budur. Güya ki, yox. Hələ güya ki, təfsir mənə dedi ki, ay Elçin, düz oxumamısan. Yəni təfsirdəki olan şeydir də qardaşım. Allah onların üzünü Peyğəmbərə göstərir. Məsələ bundan ibarətdir. Hadisə baş verməmişdən qabaq ildırım çaxır. İldırım çaxanda bunların üzü görsənir. Və Allah orada deyir ki, mən tanıtdırdım sən bunları. Bildin necə? Bəli. Əli bəy, inşallah sabahları, yəni saat 9-da açacağam. İnşallah gələrsiniz. Buradakı qonaqlar da gələr. Allah'ın izniyle biz söhbətimizi davam edərik. Saat üstüdə, 19-da? Yox. 9-da. Saat 9-da. Akşam üstü, hə. Sizin hər birinizə minnətdaram. Təşəkkür edirəm. Allah sizə və sizin ailənizə xeyir və bərəkət versin. Aramızda sülh olsun. Əmin-amanlıq olsun. Allah subhanahu ta'ala haqqı haqq olaraq göstərsin. Haqqa tərəf gedək, batili batıl olaraq göstərsin. Batildən uzaqlaşaq inşallah. Mən sizdən sağollaşıram. İnşallah sabahları... Kumel duasını zəhmət olmasa sabaha kimi bir dənə mütaliə eləyərsən. İnşallah. Minnətdaram sizə. Sağ ol, var ol. İstənə qardaşım, təşəkkür edirəm. Necəs xeyir. Yaxşı mənada liflə aşağı. Allah sizə və Sən əslən haralsan dedin Elçin? Necə? Əslən haralsan? Mən Zəngilanlıyam ağalı, Söyünbəyli ağalı. Zəngilandan bizim dostlarımız çoxdur. Rəhmətlik var idi. Seyid Faiqi tanıyarsan bəlkə. Mən valla burada dünyaya gəlmişəm deyənə onu... Əxim eşitmişdin, Əxim. Hə. Əximlə mən qonşu olmuşam. Allah ona hidayət etsin. Həm də dostluğumuz da olub. Rəhmətə gedib, Əxim rəhmətə gedib. O kriminal adam idi, söz yox. Qonşumuz idi, xətrimdə çox istəyirdi. Allahın hökmü ilə hökm etməyənlər əlbəttə ki kafirdir. Estağfurullah. Yox. Cəhalət üzündən bir insan əgər la ilahə illallah deyirsə, Muhammed Rasulullah. Yox əzizim, bu ayrı bir mövzudur. Mənim inancım bu mövzuda nədir? Cəhalət, yəni Qur'anın olan yeri, müsəlmanların olan yeri, Allahın hüccətləri, belə deyək, Qur'an və möminlər olan yerdə cəhalət üzürlü deyil. Burada cəhalət nəyə bağlanır? İnkara bağlanır. Onlar, belə deyək də, varabıqı aləm, Allah subhanahu ta'alanın kitabı ilə zid olacaq əməllər edirlər. Qumarı halal görürlər, oğruluğu halal görürlər, razboyu halal görürlər. Kişi ilə kişi olarsa problem yoxdur deyirlər. Mənim özüm 3 srok yaşamışam, qardaşım, bilirəm. Yəni bu temaları bilirəm. Yəni din üstündə yaşamışam. Və orada da Allah'a həmd olsun ki, öz sözümüzü demişik. Mən sizdən sağollaşıram. İnşallah sabahları, inşallah görüşəcəyik Allah'ın izniyle. Oldu. Allah'a emanet. Sağ ol, var ol.
Sağ olun. Mən sizi də yola salaq. Yaxşı mənada Allahın izni ilə. Xudahafiz. Xudahafiz. İnşallah görüşərik Allahın izni ilə. Deməli, kanalımıza abunə olun. Allahın izni ilə. Mən təşəkkür edirəm qonaqlarımıza. Deməli, gördüyünüz kimi müzakirələr Allahın kitabı ilə həll olunmalıdır. Resulullahın sünnəti ilə həll olunmalıdır. Aramızda Şiə əqidəsi ilə bizim aramızda müzakirə oldu. Kim Qur'an-ı Kərimə sarılmışdırsa nizat tapmışdır. Kim Allah Resulunun hədislərinə sarılmışdırsa nizat tapmışdır. Və bəzi alimlər və sahabələr və həmçinin bəzi insanların sözləri var ki, Allahın kəlamı ilə üst-üstə düşmür. Və hətta Şiə inancında da belə bir söz var ki, bizim hədislərimiz Allahın kitabı ilə üst-üstə düşməsə, onları geri döndərin. Biz də inşallah əlimizdən gələn bu oldu ki, Qur'an və Allah Resulunun sünnəti meyardır, dəlildir, hüccətdir. Kim bundan qırağa çıxarsa, biz onu inşallah çalışarıq ki, deyərək ki, sən artıq Qur'an, sən artıq Peyğəmbər yolundan çıxmısan, gəl inşallah Qur'an və Peyğəmbərin yoluna. Biz sabahları inşallah daha da başqa bir mövzular olacaq. Sizlə görüşəcəyik. Kanalımıza abunə olun. Amma belə sabah saat 12-də Qutab Alberi olacaq. İnşallah orada da görüşərik. Minnətdaram. Söyənlərə və təhqir edənlərə də Allah onlara və onların ailəsinə xeyir və bərəkət versin. Amin. Əssalamu aleykum və rəhmətullah. Təşəkkür və minnətlər. Kanalımıza abunə olun inşallah.